Nuray, Hə, bu hə. qeyd edirsən. Bir dənə sənin doğum günün neçə, ay neçəsi idi? Fevralın 17-si. Mən doğuşayam, mən 17 fevral neçənci il? 91. 91. Hə, hə. Baxan deyişəm 2020, Bəli. 2001-dən. Allah ömür versin. Hə, Deməli, biz elə buradan reklamlara baxaq. Reklamlara. Burada birinci dayandırım. Platformanı silim. Aha. Bunu da dayandırım. Ha, kayda başladı. hə. Səndə naşikdə problem var. Elə bir səs göndərmir. Mən eşidirsən mənim səsimi? Ha, indi gəl. Bayaqdan baxıram, naşikdə səs gəlir gedir. Ya zaradka sazdır ya da şey diqqət. Hə, qoymuşam indi. Bir dəfə zərətkaya qoydum birini. Qoy olsun. Hə. Bizdə bu yazan kütləni indi analiz eləyək. Hı Elə bir -hı. sırf reklama davam eləyək. Sonra alətlər keçəcək. Aha, Reklamlarını. tamam. Ana, əmə axır reklamımız. Aha. Bizə bu yazan müştərilərə, yazan kütləyə bax. Mən burada hədəf e, və hədəf az. Tıyla bir dənə də baş. Üç dənə, iki dənə hədəf qoydum, bir dənə geniş qoymuşam. Və baxıram ki, bunlardan yazanları ən çoxu genişdəndir. Geniş Aha, baxımındadır. Və hər postun içine baxanda ki, baxıram ki, sənin təqdimat videon var ha. hə, Təqdimat videon çox baha gedir. Çünki bunu dayandırmaq lazımdır. aha. Sən nə məsləhət görürsən? Razıyam səndən. 1,26 çoxdur. Amma bir şey də var. Ə, Az. Aha. yığana qədər ilkin 1-2 gündə baha getməyi də normaldır deyə düşünürəm. 4 gündən sonra qərar vermək daha yaxşıdır. Yoxsa yox. Mən sadəcə nəyə görə? Mən fikrim razıyam. Amma bizə lazımdır ki, üstəki video, reklam videosu yayınlansın. Bizim əsas məqsədimiz də reklam videosu idi. Bax, burada normala düşürsən olsa. Bu Burada DTF normal. falan nədir? Görürsən, burada normal. Bəli. DTF 800 onlar nə deməkdir? Reklama verdiyin ad. Səsin başa düşmədim. Reklama verdiyin ad nədir? Bunlar desən, hə? Ha, DT artı 800. Hə, bu kampaniyanın adı. Bunları deyirsən sən? Bu Onu heç, onu kampaniyalardır. dedik, o Burada birisidir. kampaniya Hə, setlər. Bu set, bunlar setlərdir. bildim müəllim. Burada ad verim sənə bax. Hə, Əksin adı. bunlar mənə bax, bunları deyirsən, reklamın adını deyirsən, hə? Hə, Bunlar hə, hə. sənin paylaşımın kodudur. Hə, fişo. Posterin kodudur. Başa düşdüm. Mən reklam verəndə posterin kodu ilə tapıram. Posterin kodu ilə o paylaşımı tapıram. Hə, fişo, Tapa fişo, bilmədim, başa düşdüm. tarixlə tapıram. Ona görə əsasında elə bir posterin kodu imiş. O normal gedir. Sadəcə bir dənə bu baha getdi deyə bunu saxladım. Amma Aha. məsələn aktivləşdirə bilərəm. Yo, yo, bu müəllim sənsən. Amma məsləhət görürəm ki, bəs oraya davam Yo. eləsin. E, bu gün sənə keçən səfər biz nələrə danışdıq müzakirə, nələri başa düşdük? Hər şey başa düşmüşəm. Biz verification keçdik. Account Ver- verifikasiyası texniki tərəfdən. Hə, hə, onları elədik. Daha sonra Hə, səninlə izah edeyim belə deyim. Xətaları öz dilimizdə eləməliyik. Biz mekaniki xətanın dilini rahat başa bəli, düşə bilərik. Çünki çox adam orada səhv eləyir. İkinci tərəfdə biz özümüz bəli, account hissəsində bütün datalarımızı doldurmalıyıq. Facebook profilinin özündən gedir söhbət. İki faktorunu aktiv eləməliyik. Bir də bizdə Facebook Business Manager'də portfolio yaradanda ingilis şirkətləri ilə yaratmalıyıq. Bu 2026-nın verdiyi bir qanundur, tələbdir belə deyək. Əgər bəli. biz profilin Çünki detallarını
Hə, bir də Hə, əgər biz davam. profilin datalarını dəyişiriksə, eyni brauzerdən bir həftə orada bir neçə gün belə deyək də aktiv iştirak eləməliyik ki, onun sonra e-maili, Gmaili oradan çıxardaq və yaxud da belə deyək də müəyyən dataları silmək Yeni. üçün. Bəli, yenilərini Bəli, əlavə əgər edirik. yeni daxil olmuşuqsa, yeni cihazla Bəli, daxil bəli, olmuşuqsa, bəli. bəli. Hə, elə eləyirik. Əhsən. Bir də biznes infoda plus 994 yazmalıydıq. Bu mənim səhvim idi. Hə, bax bunu ucu düzəltməliyəm. Bunu düzəldəcəm tələbəmlə görüşəndə. Belə. Biznes menecerin içində elə yenidən bu mövzuya toxunuram. Biznes portfolyosu olmasa, nə reklam hesabı açmaq olur, nə də ki, biznes suite olur. Bunların hər biri biznes portfolyoya bağlıdır, işlətmə hesabına bağlıdır. Hı Bəzi hı. insanlar deyir ki, necə yəni Facebook Ads menecərə daxil oldum, sıfır reklam hesabı ilə, sıfır Facebookla da Ads menecərə daxil olanda orada reklam hesabı var. Bu reklam hesabı Facebook'un da reklam hesabıdır. Facebook'un özünün bizə verdiyi profil ID reklam hesabıdır. Bu isə mükəmməl deyil. Bu Hı hı. qeyri-professionaldır. Qeyri-professional işlər. Professional iş budur ki, işletmə portfolyosu oluşturulur, işletmə Aha, portfolyosunun içinə əlavə edilir. aha, bəli. Və Business Suite digərləri isə Instagram və digər inteqrasiyalar, profillər arasında bağlantı və inteqrasiya olduqdan sonra biznes portfolyosunda, biznes menecerdə, Business Suite-də hamısında görsənir. Business Bəli. Manager daxil olunsa, onlar hamısı Business Suite alətində görsənir ki, bəli, bu portfolyo hazırdır, bu burada necədir? Eynilikdə də hal-hazırda biz daxil olan Business Suite-ə Biznes suite daxil oluruq. Salıb bir dənə sal verə bilərəm axşama qədər. Qısa. Bəli, bəli. Business suite'un, yəni MBS-in özünün paroli olmalıdırmı, şərtdirmi, yoxsa biz onu Facebook'dan da keçid eləyə bilərik? Necə? MBS-in, Meta Business Suite-in, bax indi daxil olduğun yerin. Hə. Bunun özünün paroli olmalıdırmı, yoxsa biz elə Facebook'dan keçid eləyə bilərikmi? Xeyr, xeyr. MBS Business Suite aləti alətdir. Alətlərin heç birinin parolu olmur. Alət adətən bir varlı alət nədir? Adi hər hansısa bir ustanın əlində alət olur. Onu idarə edən ustadır. Çəkic bir alətdir. Bu su olmasa onu idarə edən olmaz. Eynilikdə də MBS var, Business Suite var. Business Suite-dir, Business Manager-dir, Ads Manager. Bunların hər bir alət olduğu üçün bunlar bilavasitə Facebook platformasına bağlıdır. Facebook bunları idarə edir. Facebook olmasa adətən bu olmaz. Yəni bunların parolla idarə edilməsi düzgün söhbət deyil. Ya bu sual mənə Evet, ikinci həll verilir. amma yəni onun özünün paroli olmalıdır. Parol yeri. Mən də eləmirəm. Mən də Xeyr, sənin xeyr. kimi düşünürəm. Mən də sənin kimi düşünürəm. Mən də sənin kimi tədris edirəm bütün təlimlərimdə. Sadəcə mənə bir sual yaranır. Mənim ekranımı görürsən. Aha. meta.com. Görürsən ekranımı? Yox, paylaş. Hə. Necə? Bir dənə baxım deyim sənə. Görək açılır. Hə, gözlə bir dəqiqə. Hə, ekranım indi görünür. Hə, bəli, Vaxt görünür. müəllim. Vaxt müəllim. Bax bu meta biznesindir. Mən bu sual verilmişdi mənə eyni ilə. Mən də sənin kimi cavab verdim. Prosta orada tələbə bir dənə qəşəng sual verildi ki, müəllim, əgər onda elədirsə, niyə metanın özünün ayrıca saytı var və saytında da Start Now hissəsindən və bu görsən Go to Business Ads Manager hissəsi var. İndi bizdə açıqdır deyə bura girir də. Onda mən ona sual verdim ki, sən Meta Business Suite-un özünün platformasına Facebook'dakı parolunla girirsən. Bəli, Düzdürmü? Düz demişəm də. Yəni bu işin düzdür. texniki tərəfidir sənin işin. Buna Amma mən sənə bir dənə bilirəm.
Sən izah edeyim. Bir dənə sözü kəsəm burada gözlə. Hı. Eynilikdə qoy mən ekran yaxınlaşdırım. İndi qayıt o bir sayt dedilər. Ha, sən dedilər sayta De bu. gir. Budur o Neçə? sayt. Hə. Bax, adətən sayta girirsən, hər Hə, hansısa bir sayta. O saytı tanımadığın üçün bunu qeyd elə istəyirsən. hə. Bir dənə axırda Yazın. qeyd edərsən. Hesab edək ki, Trendyoldan ilk dəfə istifadə edirsən, Trendyol girsən də, Hı hı. Trendyolun bir müəyyən bir admin paneli var. Bu Hı hı. satış edənlər üçün də. Onun admin paneldə sənin hər hansısa bir məlumatın yoxdur deyə səni yönəldir biznes suite və burada görürsən, aşağı düş, burada aşağı düş, sənə taktikalar və alətlər haqqında məlumat verir. Hı hı. Görürsən, deyir ki, də sən Hı nə hı. edəsən. Hı Sənə hı. bu tanış eləyir burada. Daha sonra deyəcək davam et. Və burada görsən support bölməsi var yuxarıda. Daha sonra learn bölməsi var. Advanced burada bölməsi var. Get Advertise. Hə, start hə. var. Meta. Hamısı bölmələr haqqında sən tanış eləyir burada. Daha sonra deyir, məqsəd burada nədir? Burada sənə deyir ki, bizim alətimiz haqqında tanış ol, daha sonra gir. Bunu Hı hı. bəzi insanlar başa düşmür. Amma sən nə olsun? İşletmə portfolyosunun daxilinə bir avaysa girirsən də bura. MBM-sə işletmənin içində birbaşda girmək olur. Sən demək ki, birbaşda ad yazırsan deyə, denən ki, Ads Manager-ə niyə görə belə giririk? Onda da denən. Deyən onda Ads Manager-də ayrı parol istəyir də. Ads Manager daxil olursan bura, get start edirsən, davam edirsən də, yəni reklamları görürsən. Eynində də bu alətlər bunun üçündür. Yəni qısa sualı elə belə denən ki, qıssanın əlində aləti olur. Hı hı. Yox, Qıssa okey. olmasa alət havada olmaz. Hı hı. Alətdə idarə edən olmaz. Alət də olmasa usta nə iş görəcək? Eyni tam onun kimidir bu da. Yaxşı. Всё. Okey. Şimdi mən уже bağladım bunu. Sən də. Ay, sən уже ekranın görünür. Hə. Sən kayd eləmisən? Aha, kayıt. Gedir. Record olunur. Hə, şey. Şimdi məndə görsənmir olar, ona görə deyirəm. Yox, yox, gedir, gedir. Ekran görsən indi. Hə, hə, görürəm mən də. Tamam. Burada nə? Eynilikdə burada davam edir. Bax burada nə açaq? ISO bu şeydir. Səbəbi ol. Buradan baxım görüm sənin nəsə vaxtı danışa biləcəm. Bizim ölkədə, yəni reallığı deyim ki, MVMC Business Suite bir content menecerlə istifadə eləyir. Yəni reallığı deyirəm. Bir də ki, mesajlara cavab verənlər. Fikir Hə. vermişik buna. Mən Yəni mesaj qutumu görə hər bilirsən də sən orada yəqin ki. Yox, məncə ölçmək üçün deyirdim mesajı. necə? Instagrama mən dedi sənə orada access verməmişdim. Bir dənə baxa bilərsən, görünür yoxsa yox. Amma bir dənə təbii ol, baxacaq bir dənə təbii ol. Hə, açılır. Tamam. Yox. Nə deyirsən? Hə, Açılır. hə, hə. Hə. Belə pis varsa yenə deyirəm. Burada bizim ölkədə bunu düzgün istifadə edən yoxdur. Hı Mən bura hı. niyə girdim ki? Yəni reallığı deyim də, buranı bir dənə biz mesajlara cavab verən istifadə edir. Bir də ki, statistikalarla planlayıcını isə content menecerlə nədir bu? Paylaşımı eləyən montajyor hazır istifadə edir. Amma buranın faydası çoxdur bizə. Bura əslində Hı. sahibkar özü də istifadə etməlidir ki, ay ərzində fikirləşməlidir, mən nə qədər paylaşım eləmişəm, mən hansı günlərdə storyum olub, hansı günlərdə paylaşım az olub, onların hər birini buradan baxıb görməlidir. Hətta İstifadə kontent edirsən buralardan. hissəsindən, hə, 100%, kontent hissəsindən bir statistika hissəsinə zəhmət olmasan. Kontentə də girə bilərsən yuxarıda, sol tərəfdə.
Burada varamsa görsənir. Yo yo, içeriye gir. Nəyə? İçeriye girmedim, içerik. Content'e Ha, gir. sərgən. Yukarıda verileri dışa aktar var. En yukarı panelde verileri dışa aktar var. Ağaç sal. Onları mən Burada. yükləyirəm. Hə, yuxarıda ağaç sal. Yükləyirəm, saxlayıram, eləyirəm. Hansı ki, ümid datalardır. Sabahsı gün ə, hə, bu arada səndə nədir? Sən özün orada sayfaları vur. Sayfalar hissəsini. Buradasan Talib. Ha, Hə, buradayım, kaldır. buradayım. Hə, vur bir dənə. Görmədim. Hə, bax görsən səndə orada yüklənir, eləyir. Sonra onu müştərilərə göndərirsən. Hə, bir də Canva-da nəsə Yox, yığıb bilirəm. eləmirsən. Hə. Yox, mən buradan verirəm. Mən onları Adsense-dən verirəm. Yox, bu kontentinə görə deyirəm, müəllim. Atmencerin içində axı səndə Ha, post ha. göstərmir, reklamı göstərir. Yox. Ha, mən yox, mən paylaşım eləmirəm deyə, mən paylaşım etmirəm deyə. Mən ehtiyacım Məsələn, olmur ona. yoxdur, sən niyə deyirəm, Mən müəllim? paylaşım. Bax, səhvin varsa düzəlt. Tutalım ki, sən reklam qoymusan mahala, düzdür? Ha, Mahal sənə qədər, tutalım 100 min, 200 min çatış, reach var idi. Reach nədir? Reach çatmaq. Yox, etkileşim deyil. Reach nədir? Hədə görünmə, görünmə. Hə. görünmə. Hə, tutalım ki, sənə qədər 100 min görünməsi var idi. Amma Talib gəldi, qəşəng reklamlarını qoydu, oldu 500 və də 1 milyon. Sən Mən onu bunu istifadə gəlib onu eləməmişəm. Buranı buradan, istifadə eləməmişəm. hə, amma sən onu gəlib buradan götürürsən, yükləyirsən, tamam, və onu göndərsən ora, onun sabahsı gün bir konserni olmur da, bir içində sualı olmur ki, ay Talib neyə deməlisən? Talib bunu saxlayır, qəşəngcə əlində sübut olaraq göstərir ki, bax, qaqa buradaydı bəlkə. Mən də burada. Bildiyin əməli başda qaqa ilə söhbət edirəm, qaqa. Ya mən Məncə səni sən bir çalma, narahat olma. qardaşın. Ya narahat olma, həqiqətən də. Hə, çox sağ ol, Allah razı olsun. Səbirli ol. Hə, ona Mən görə şəxsən də həqiqətən buranı istifadə eləməmişəm. bu hissə çox yaxşı şeydir. Əlində sübutun olur sonra. Sən heç post qoyma. Postu neyinirsən ki, qoy. Onu aşağı belə təzə başlayanlar qoyur. Amma sən reklam qoyursan, səhifəni qaldırırsan, birdən 100-ə. Sabahsı gün onu sırf bu hissədən datası bircə saniyəyə download et. İndi bir dənə bu dışı aktarmayı indir vur, zəhmət olmasa. Yox, yox, burada qalçıqa var ya, yaşıl yuxarıda. Yuxarıya get, qalçıqa var. Gözləyim. Ay sağ ol, ona vur da. Ekran. Hə, bura. Ay sağ ol, vur ona. Mhm. Yükləndi öje. Bir dənə bu. Onun Hə. üstünə aç. Bilirsən nələr çıxır, nələr. Save elə. Nələr çıxır da hər şey. Data. İndi görəsən də o göstərir yoxsa yox. Ay, sən də belədir. Bir dənə icazə verirsən mən paylaşım. Görürsən Tamam. ekranımı? Ekranımı görsən? Yox olsun. Hə, hə. Bax. Misal üçün. Yox, Gəlmişəm balama. ekran göstərmir. Görünmür. Yox, tək Görünmür. danışığımız göstərir. Bax, stopu təzədən düzəldəm də. Evet. İndi görünür. Yox. Məndə görünür. Bir dənə sən istəyirsən. Hə, indi görsəndə. Hə, Hə, icazə verməliydim. bax. Yox, məni görürsən burada. İndi gəlmişəm bura. Hə. Metadan, düzdür? Metadan keçid edirəm şeyə, balama. Mən adətən balama belə eləyirəm. Uşaqlarım üçün, sübut üçün ki, sabahsı gün tələbələrimin yanında şey olsun. Girdim bura. Gəldim content hissəsinə. Content yerindən bir dəqiqə açılsın. Hə, content yerindən export data vururam. Data'da gəldim bura Instagram'a. Instagram'dan balamı seçdim. Sağ olun ki. Balam. Seçirəm. Ya post ya story. Mən adətən postları seçirəm. Burada da custom deyə bilirsin, amma maksimum müəyyən bir gün verir. Mən dekabrın 1-dən yanvarın 16-sını update edirəm, vururam, generate. İndi yüklənəcək, elə gözəl göstərir. Bir də burada texniki problem var. Bəzilərində məndəki kimi qəşəng görünür. Bəzilərində səndəki kimi qarışıq atır. XLS onu düzgünə boyur. Datanı. İndi buna bax. Bax. Görsən bunu? Hə, gəldik Hə, sən cənnətə. hə. Bax.
hər şey baxış sayından tutmuş, sevgini, hamısı bir yerdədir gözünün qabağında. Da bir də girib həmişə tək-tək girib baxmırsan. Zamana qənaət daha çox pul qazanmaq və anında Mən müştəri sən nə bir də ət menecər edirəm. Mən ət menecerdən eləyirdim. Nə o da necə idi? Sadəcə yazan kütləni analiz edirdim. Bunu düzdür. Bax bunu var ha. Sən reallığı deyim ki, mən şəxsən bunu bilmirdim. Bunu mənə keçən səfər Zərişgil demişdi mənə. Dedi, bəs bunu bilirsiniz, müəllim? Dedim ki, o birini deyərəm sizə, amma bunu bilmirəm də. Yəni, həqiqət tapa bilmədim. Amma mən Ads Manager-dəki eksponat eləyirəm oradakıları. bunda da Yəni qəşəngdir. reklam, hə. Hı. Burada reklam göstərir orada da hamısı. Yo yo, bu reklam değil. Bu senin postlarında da reklamdan sonraki reklamla bir yerdedir. Bak misal için diyelim, bak. Geldik bura. Düzdür, keçid edirəm. Tutalım ki burada nəyə lazım? Tam görürəm ki burada 91 dənə save var. Görürsən? 91 save. O deməkdir Bəli. ki mən bunu reklama qoysam daha yaxşı tutar. Nəinki 4 dənə save olan. Düzdür? Gəldim bura. Bax 91-in qabağında bunu vuran kimi açılacaq. Açıldı ki bax bu. Demək ki mən artıq mənə yön göstərir ki, mən hansı postumu reklama qoysam daha yaxşı nəticə ala bilərəm. Hə, bir də bir şey deyim. Bu 94 var ha, bu reklamdan sonra 94'e qalxıb. 94'e, 91'e qalxıb save olaraq. Əvvəl bu qədər deyil idi. Mən bunu reklama qoydum, ondan sonra save qalxdı. Yəni burada demir ki, orqanikdir, reklamdır, sadəcə sənə ümumi profilinin Bəs vəziyyətini əvvəl göstərir. göstərmir. Əvvəl göstərmir ki, əvvəl nə olub, əvvəl Göstərir. nə olmayıb. Əvvəl nətər göstərir? Tutalım ki, sən onu deyil olaraq download edə bilərsən, hər dəfəsində edə bilərsən. Elədin, yüklədin, sonra reklamını qoydun, təzədən yükləyirsən, sonra compare eləyirsən, müqayisə. Sənin Tarixi dediyin eləmək olmur kimidən ki, falan tarixdən falan tarixə. ə, yox, orada compare şey yoxdur. Müqayisə, tarixlərin müqayisəsi. Hansı ki, Google Analytics-də biz bunu eləyə bilirik, sonra YouTube-da eləyə bilirik bunu. Burada bunu bizə vermir. Ən yaxşı halda biz bunu hər gün və hər həftə yükləyirik. Tamam. Yükləyəndən sonra onu şey eləyirik, baxırıq. Amma biz onu Yəni mən burada eləmək hı, olar. Sən bax nə edirsən? Aşağıda last year 90 dice var ha. Onun hı. üstünə vur, Aha, bunu üstünə vur. desən. Patronaj. Hə, Bunu. hə. Hı -hı. Sən burada set 90 gündən yox, 28 günü set. Hı Hesab edək -hı. ki, son 28 gündə reklam verdi. İndi yüklə. Yo, İndi o bu değil. O title. değil. O değil müəllim bax. Onun bax təsəllüdən. Datanı vurdun, tarixi buradan seçirsən. Tarixi bunun Aysa eksportun buradan da eləmək içindən. olar. Hə. Aysa mən onu deyirəm də buradan bir ayın bu ayı seçə bilərik və bu ayı yox keçən ayda seçə bilərik ki, keçən ay Ay, 1-dən 30-a qədər nə qədər olub və indi limit yəni var da əvvəl və burada. sonra çıxarmaq olar. Bax indi gəl baxaq. İndi əvvəl limit var. Ən azından qrup 31-də, 32-dir də, qrup 31-də burada limit. Mən hər dəfə bunu keçsəm axı. Gəl indi avqustda baxaq. Əvvəl bunu eləyə bilmirdik. O görə o update Hı. gəlib yoxsa yox. Tamam, gəldik bura. Yazıram balam. Balama baxdıq. Dəqiqə balam. Aha. Balamı seçdik. Postu avqustun 1-dən avqustun 31-i generate eləyək. Görək olacaq. Hə, Aha. gəldi. Gəldi. Uje gəlib. Nəzəri Gəl, günün bura vaxtında, yenilənir hə. bura yenilənir. Nəzəri günün vaxtında bu yox idi. Bu yenilənmə hissəsi yox idi. Hı -hı. Amma mən Yox, nəyə gəldik deyirəm? bura. Mən deyirəm ki, mən də Aysa buna demək Uğursan istəyirəm. yəni. Deyirəm ki, əvvəl Hı və -hı. sonra. Yox. Uğursan. Bax bunu özü sənin sayəndə mən bunun fərqinə vardım. Bax bu var ya, Demə 351 mən dənə bu sayılan. mən bunu bilmirdim. Mən bunu bir dənə qeyd edirəm. Sadəcə nə üçün? Mən tələbələrin çoxusuna bunlar maraqlı olmayıb, reallığa deyim. Mən yanıma gələn tələbələr Ha, sırf təcrübəsini artırmaq üçün gəlir. Mənə deyir ki, bunları kes. Bunların üstündən kes deyir. Ya onun üçün amma maraqlıdır. yo, Hətta nə mən bunun olsun üçün ki? nə Nə edə baş ki bilərəm? burada? Hə. Hə, mən hətta bunu nə edə bilərəm? Bunu məndən, bunu soruşublar məndən 3 dəfə. Demişəm bilmirəm. Ya bilmirəm deməmişəm də. Başqasını Hı, göndərmişəm ona. hı. Niyə görə? Belə bir şey var da. Sən bilmirəm sözü deyənməzsən burada. Reallıq. Bəli, bəli. Mən
Ads menecerə daxil ol adicə. Ads menecerə daxil ol, danışa-danışa. Hə, gözlə. İstəyirsən mən bir dənə oradan edim. Bax, gördüz eləyirəm, yoxsa yox. Olar. Hı. Mən burada Ads Manager-dən necə eləyirəm? Kampaniya hissəsindən gəlirəm. Mahalın özünün, belə deyək, doğru bildiyi hesabatlar var da. Misal üçün, gəl elə, balama düşək. Mənim hədəfim hal-hazırda balamda aktivlik eləmək. Hal-hazırda 3-ü birindədir. Düzdür, bunu indi tələbəm qoyub, düz o qədər ürəyimdə deyil qoyulan şey. Qoyulan səmimi mənə. Gəlirəm buradan, bu hissədən detallı customize edirəm. Detallı, bu görsən, detailed report by mahalı tərəfindən xüsusi əlavələr eləmişəm. O da necə gəlib buradan customize hissəsindən eləmişəm. Bir də sən dediyin var ha, compare burada da eləmək olar. Müqayisəni burada da eləmək olar. Hə, əlavə olaraq da bunu, əgər kiməsə yüklük göndərmək istəyirəmsə, export edirəm, buradan datamı yükləyirəm. Və yaxud da istəyirəm CSV, XLS falan və yaxud da sırf bu reklamın linkini göndərirəm ki, başqasına yox, yesin canlı baxsın. Və yaxud da Əla. aylıq olaraq, günlük olaraq və yaxud da həftəlik olaraq burada onu özün seçə bilirsən. Ayda bir dəfə Taliban buradan heç mən heç nə eləmədən nədir? Kalıba aylıq report gedəcək. Bu nə deməkdir? Bu zaman çoxluğu, daha çox pul və qısa zamanda daha çox iş görmək. Yəni, mən uşaqlarıma bu şeyləri ona görə şirinlikləşdirdim ki, qoy onlar daha çox pul qazana bilsinlər. Çünki buradan verirsən, gedib gəlir. Eyni oldu. Sadəcə mən bu sol tərəfdədir mən dediyim eyni paneldir. Sadəcə eksternatlar bəzi hesablarda burada görsənir. Harbi, necə? Eyni budur. Sadəcə mən dediyim yer bu hissədir. Sol tərəfdə gizlənir. Solda, solda harda? Bəli, bəli. Hə, bunu Bir dənə gözlə. deyirsən, reportu deyirsən, ads Bəli. report. Aysa. Aha, ora Hı daxil olursan, eyni də odur. -hı. Hə, buradan yükləyirsən, eləyirsən, share də eləyə bilirsən. Falan. Aysa budur. Burada da Aa, ki, eyni budur. Sadəcə burada sənə göstərir ki, bax bunları eləyəcəm. Hansını aha, eləyirsənsə, bunları sənə göstərir. hə. Ha, bizdə hal-hazırda 16 günü $64 xərclənilib. Halbuki bu mənim bir aylıq xərclədiyim puldur. Bunu tələbəmə vermişəm. Yəni mən Tələbəm biznes eləsin, suiti görək nə bilmirdim, olur. amma maraq. Hı? Mən biznes suiti bilmirdim, amma yaxşı oldu mu? Hə, yox mənim, deyək. İnternet Ekranı səndə görünür. zəifdir. Məndə 5. Mən səni yaxşı görürəm. Ha, bunu dondur, arada bir sənə internet xətası verir, rahat edirəm. Hə, bitdi səndə. Hə, işte, Deməli, tamam. Ekran görsənir. görünür. Eyni də buydu, mən başa düşdüm bunu, yaxşıdır. Mən ekran bu görsün alaram. Okay. Buradan başqa nəsə texniki tərəfindən istifadə eləmirsən bunların hamısını. Hə, bilirəm onları. Bir dənə orada o hesabatı eləsən yaxşı olardı. Şeyi, deyim sənə. Ortaqlıq reklam mərkəzini başa salsan mənim üzərimdən. Səsim kəsildi. Ortaqlıq reklam hesabı var. Ortaqlıq. İstəsən, hə, burada vardı. All Tools'a gir. Aşağıda hamburger menü var, solda. Yəni gözlə. Hə, burada nəyə girim deyirsən? Yok, burada yok. Sol dashboardda aşağıdan tüm araçlar. Tüm araçlara gir. Tüm araçlardan Aha. bura ortaqlıq reklam mərkəzləri, reklamları mərkəzi var. Yuxarıda. Sağ ol. Bax, onu bir dənə kesinlikle izah elədim. Tam tuta bilmirəm. Bax, Bax, burada balanla iki mahala bir də. ortaq bir-birinə ortaq deyirsən. Hə, bax, Bu bu nə üçündür ortaqlar, bilmirəm. ortaqlar var. Ortaqları bir-birlərinə icazəni Instagram üzərindən verirsən.
Ha, Fikrimi izah edə bildim sənə. Yəni yox. ortaq bildirişi gəlir ki, bax belə deyim də, nə paylaşaq hər hansısa bir. Yox, belə Ay, paylaşım. yuxarıda 49 Instagram 32 nədir? bu reklam hazırlanır deyirsən. Hazır reklamlardır. İzin verildi. Yəni bu ortaq reklamlarında izin vermisən. Kimsə səninlə paylaşıb və yaxud da sən kiməsə paylaşmısan, bunlar da reklamların sayıdır. Reklamdır ki bu, yoxsa postlardır sadəcə. Reklam içərikdir, Yəni boş bu içərikdir, hazır. postlardır. Hadi bunlar reklam hazırdır. Bunlar reklama hazırdır. Yəni bunlar reklamı istədiyin vaxt verə bilərsən. Hə, hə, aha. Burada kaydedilənlərdir. Bu kaydedilənlər, yox, bu kaydedilənlər burada açılmayacaq. Hə, burada çıxmayacaq. Sən dediyin ortaqları isə onları Instagram üzərindən qəbul edə bilərsən. Məsələn, hal-hazırda bu üç platformalarına ortaqsan. Hı hı. Aha. Yəni burada iptal edə bilərsən burada. Amma iptal eləmək ikinci də qoşulanda çətin yaşanır. İstek göndərildi. Bax burada istek göndərildi, fəqət istek baxılmayıb. Kim kimə göndərdi? Mən göndərmişəm mən də ora. Bir necə 3 nöqtəni vurdum. Aha. Hə, buradan həmin bu səhifə sənindir. Bu səhifə Nə kimindir? mənim? Mahal Akademiya. Hə, mənimdir. Bunu bunu yenidən bir dəfə paylaşım eləyərsən. Yenidən Hı. ortalıqları təmin eləyərsən. Paylaşdan Niyə? bildir. Bildiriş Hı. göndərdim. Instagrama bax, Ya. gör bildiriş gəldi Instagrama. Bırak yani de bunun içinden tüy çıktı. Özür bir tükü. Ona göre Yo, de. telefonla Instagrama bax. Telefonla Instagrama bax, telefonla. Saygı. Yəqin ki, mahala baxacağam. Akademiyaya baxacağım, düzdür? Akademiya, bəli, akademiya. Akademiyam yoxdur burada. Nə gözəl. Gəldi. Gözlə gözlə mahal akademiya burada yoxdur. Bax dedi. Niyə çıxıb ki məndən? Həmişə girdiyimdir. Akademiya. Okey, baxıram, bu çıxıb buradan. Düzdür, kompüter üzərindən eləmək olmur. Yox. Baxaram onda ona, baxaram. Özümə yazın. Nə gözəl. Niyə Onu çıxıb ki? öz səhifəyə gir, öz səhifəndən gör gəlib ora. Gör, biz buradan hardan hara göndərdik? Mahal Akademiya həmin hala göndərmişik. Ha, mən özümə gəlməyib. Yəqin ki, mahal akademiyaya gedir. Yox, baxaram onda ona, yazıram özümə. Tamam, yaz o həll eləyərsən. Başqa nəyə soruşurdun burada? Burada da bunu da bilmirəm. Kəsmə doğrulaması bu piksel üçündür. Deyəcəm sən. Doğrulamayı kaydet. Başlat Yox, fəaliyyət. onu elə sən məndən şey istəyəcək axı. İşletmə detallarını falan. Bunları saytın və domenin hostingin olandan sonra elə. Hə, bu indi yeri yoxdur bunun. Çünki mən ofisimin falan notarius təsdiqi falan yoxdur hələ ki. Burada sənə deyir şirkətsən, ortaqlıqsan, özəl şirkətsən. Bax bunlar səndən istəyir, sonra axırda səndən vön istəyəcək. Hmm, Olan hər birini olan hər ay birini tamam. göndərəndən sonra təsdiqləmə işi tamamlanır. Və bura düşür, Paşa üçün verifikasiya bunu mən işarəsi düşür. almışdım. Bax, Sağlık varı, hə, işletmə doğrulaması varı. Onu paşalarsa aha. mən almışam. Aysa əla. Yəni rəsmi olaraq təsdiqləmisən oradan. Hə, eləmişəm. Paşada ümumiyyətlə heç nə yoxdur. Əla. Müəyyənlədim hamısını. Nəsə qarşılığında verdilər. Mən öyrəndim də. Mən bilirəm ki, orada hər şey Mən ideal idi. Sən mənə bax, mən idim. hə,
Mən şəxsən nə edeyim? Eee, Bizə çox böyük şirkətlərdən gəlir. Mən belə istəyibləri. Ya burada da təcrübə artır da, yəni şeydə buna öyrən də. Demə təcrübə ehtiyacım yoxdur, yəni pulunu İndi o vaxt verirəm. gördüm mən orada işləmişəm axı. Hə, orada işləmişsən. Mən işləm. Ayrıca mən işlədiyim şirkət, mən geyim sektorlarında işləmişəm. Yəni Azərbaycana sırf geyim gətirənlərlə işləmişəm. Onlar mənə söz arasında belə istəyibləri. Bizim səhifənin içində yığ elə, elə aylıq işləyirsən də, sabah sən çıxıb eləyəndə saatı tam olsun. Deyirəm elə bir şey yoxdur. Yəni sən əgər onun pulunu versənsə mənə eləyə bilərəm. Hə, Bu yox, mən qiymətə orada ayrıdır. 9 Yəni ona saatı görə gedib işləmişəm, 4 il. vay dedən vay. Haşalatda işləmişəm. Eləsə. Burada Meta Verified için dəstək aldım. Meta Verified haqqında dəstəklə bağlıdır. Burada görsəndə o açılacaq. Amma bu mənim özümündür. Məndə media portfolyosu gələcək bura. Hə. Buradan 1000 rəqəmdən asılı olaraq bax. Görsən, açıldı. Nəinki işlətmə, texniki dəstəyi də buradan aça bilirsən. İşçilərlə danışmaq var, ha, support. Hə, Bax, buradan da aça bilirsən. Buradan açıb danışa aha, bilirsən. Sadəcə çoxlu bura uzun mətin yazmalısan da 100 rəqəmdən çox mətin yazmalısan ki, bu mötərizə açılsın. Çalış müştərilərin abunəliyim buradan bizə hər hansısa bir bu tələblərə mütləq deyirəm. Məndə çox olur. Bu səhv məndə də olub. Bilməmişəm. Buradan baxmamışam. İşlətmə portfolyosuna ayırmışam. Müştərinin Meta Verify Meta Verify-də ayrılıb buradan. yaxşı. Burada. Ha? Kim heç söyləş? Sən hara çıxırsan? Ha? Bu arxamca gələn kim idi? Ha. Üzr istəyirəm, hal. Rahatım. Çalış İndi ki səs, buradan. hə, Bax, səsim gəlir. əla. Hə. Bax çalış ki, bu tələbələr mütləq etdiyinə mən həmişə özümdə qeyd edirəm və tələbəyə danışıram bununla bağlı ki, ayrı hesablara ayıran zaman bir dənə diqqət edək biznes menecerə. Biznes menecer daxilına baxaq görək. Müştərinin Instagram Meta Verified bura bağlıdır yoxsa özündən alınıb? Bura bağlıdırsa işlətmə portfolyosunu dəyişməyin, ayırmayın. Üzərində dəyişir. Üzərində redaktor edin. Bəziləri var, axı təzə SMM-lər var ki, gələn kimi hər şey dəyişir. Özü üçün bir dənə aləm qurur da, reallığa deyirəm. Şey dağıdır, kimisə gördüyü işi baxmır, zalım oğlu, zalım qız baxmır ki, bunun Meta Verified var, Səhvdir, bunun ya saytı var, düzdür. domeni var, hostingi var burada. Axı mən niyə? Hə, götürür silir. Ya da ki atır başqasına ki, bu burada problem yaranmış. Problem yaranmış ki, o qalsın, sən niyə qurcalayırsan? Bir işlətməyin içinə bax. Çox qəribə mənə reallığı deyirəm. Hətta öz tələbəm dəfə eləmişdi onu. Yəni durub başqasının işini həyat eləmişdi. Girdi saat neçədə şirkət mənə zəng edir ki, bəs sizə müəyyən yönətdiyiniz tələbə belə bir şey deyib. Neyniyək şunu? Yəni rəhbəriyyət bilsə Mənim başıma o iş biabırçılıqdır da. gəlib. Başıma o iş gəlib. O tələbənin, abi sən nə eləmişsən? Tanıyırsan onu özü. Mən inanırsan ki, axşam var, axşam o məni nə qədər əsəb, stres çəkdirməmişdi. Sabahçı gün nə elədim? Tələbə oğlan idim. Götürdüm, getdim. Yəni nə bilim, o bilmirəm yayda gedirsən yoxsa yox. Qumluqda maşın sürürlər. Saatı 200 manatdır da. Apardım onu ora. 200 manatı verdi. Adama bir dənə maşın getdi. Əsəbimizə bir saat qumluğun içində maşın üstə sürməklə çıxartdım ki, o qədər əsəbləşmişdim buna. 2-də saat 2-də mənə dayanmadı zəng. Bu zəngçilik bir yanında 211-dən bir dənə şirkət nümayəndəsi zəng edir mənə. 211 deyil, bu Azərbaycan şokolat gətirən şirkətdir Türkiyədən. Oranın müavinidir. Deyir, qardaş, siz mənə yönətdiniz tələbədir, bəs belə bir şey. Bu niyə? Səhərsə müdiriyyət bizə biabırçılıqdır. Dedim, ay, nə edeyim, nağarım. Axır üzərində işlədim. Bərabər səhərə qədər həll elədim, verib yatmadım da. Amma özümə söz dedim ki, o hayfın çıxacağam. Getdim bu Keçən ay qardaşı mənim başıma apardım elə orada. gəlib o. Keçən ay təsəvvür et ki, idman zalındayam.
bu burun kəsən operasiya edən doktor yoxdur, Bill Gates. Bir tələbəm onu elə eləyib. Axırda o Bill Gates'in qız başqa qızı gəlib mən idman elədim trenajör yerə. Orada oturmuşam onu belə-belə. Düzəltmişəm ondan sonra gedib ürəyim də bilsən nə vəziyyətdə idi qorxudan ki, ay Allah, bu mənim tələbəm, bu niyə bilməsin axı? Yəni mən buna öyrətmişəm. Buna görə o şeylər olur. Mənim Adam bir nə pisəlir. deyirəm? Hə, əlbəttə ki, müəllim nə deyirəm? Mən bu pikselləri vaxtında çox işləmişəm. Söhbət event menecerdən gedir. Event menecer burada nə gedir? Bu görə türk dilində nədir? Piksellər də event menecer. De olay Gözüm. yöneticisidir. Nədir? Olay yöneticisinin. Sənə Burada deyim. olmamalıdır. Açma. Yok, sol dashboardda bak. Orada da var. Burada da var. Veri kaynakları. Veri kaynaklarına gir. Domenim. Ha, Yo, burada veriyə pikseller. hə, piksel. Bax, mən bunu istəyir Aha. Paşada, istəyir vizamazda, istəyir pik vizada. Mənim əvvəlki özümün saytımda Naxçıvandan bir iş götürmüşdüm, böyük şirkət. O qədər çox işləmişəm burada. Sadəcə hal-hazırda özümün saytım yoxdur və son 3 ildir ki də işləmirəm. Ona görə elə bil ki, buradakı biliklərim elə bir şey olub da, dağılıb. Bunu necə öyrənə bilərik? Bax, görsən burada ded var. Hətta görürsən, tab linkini əlavə eləmişəm. Ded 2 dənəsi ölü idi, onları silmişəm. Digital mahal. Bax, burada bir neçəsini açmışdım. Bu hissəni bilirsən sən. Bu API seçmək üçün bunları istifadə edirsən, yoxsa nə üçün istifadə Yox, edirsən? Bunlar yox, API seçmək üçündür. yox. Onun üçün deyil. Daha, estağfurullah. Yəni, Bu bəlkə də onun API üçün, üçün. amma Ha, bu mən API deyirəm. üçün. Bax, Bu deyim API sənə. üçündür. Hə, deyim məsələn nədir? Aha. Elə bil ki, sənin saytın var. Mən Ha. sənin saytını gətirirəm, bura yapışdırıram. Və Ay, saytdan API. Ha. o texniki tərəfi deyə bilmirəm də. Prosta adını yəqin sən Ha. şey eləmirəm. Hə, API gedir də, API gedir. hə. Gətirəm, yapışdırmışam bura. Və reklam qoymuşam, insanları göndərmişəm sənin saytına. Aha. Sənin saytına gələn insanlar orada yemək yeyib, içib, bir zarafata deyirəm də, hansı knopkaya basıb, neçə saniyə qalır, hansı funneldan keçib, hər şeyi mən sizə o qədər gözəl analiz edirdim, onlara yenidən retargeting edirdim. Amma da son bu Aha. 2 ildə bundan hamısı da getdi və mən bir sayt yoxdur ki, bunu tətbiq eləyəm. Əgər sənin saytın varsa və ya nəsə bir şey varsa, onun üzərindən keçə bilərik. Mənim saytımda bir dənə nəyində problem var? Məndə saytımın API-ində ümumi dəyişikliklər gedir hal-hazırda. Yəni necə deyim, ora ödəniş bağlıdır. Sən necə deyim, Google AdSense üzərindən ödəniş üçün Google Accounts üzərindən Google AdSense Hə. ödənişlər bölməsi əlavə olunur. Onun üçün isə API seçmək şeyləri məndən asılı deyil. Bu da necə Hə. developerlər üzərində işləyir bunun üstünə. Ona görə məndə sayt işləmir. Adi sayta Hı. girirsən, nə yazır? Bomboş sayt göstərir. Bu da sən açıb göstərə bilmir. Xəta verir. Hı. Ona görə. Amma bunlar hamısını düzgün bağlamısan. Hamısı bağlama API sistem usir. Niyə görə user eləmirsən? Şöyle hara bağlıdır? Tam elçimdir. Sən burada nə də kataloqun var idi orada. Bir də kataloq söhbətində. Kataloq elə bil ki, kataloqun saytın özündə kataloq yox idi. Və indi Saytın kataloqda bax bax. kataloq deyirik, düzdür? Hə. Mən kataloqu indi istifadə edə bilirəm balam üçün də. Bəli, olur. Bax kataloqu mən Deməli, bilmirəm. bax, Bir dənə kataloqda biri var WhatsApp-ın kataloqu var. Bir də var ki, buradan hər hansısa bir dənə gözünü açsın ekran. Tutaq ki, burada Emrail. Bunu seçək, bunu seçək. Biznes üzərində kim var? Məndə bir nəfərin kataloqum var. Yox, WhatsApp-ın bunu kataloqunu ayırmışam bura özümdən. nətər eləyə bilərəm ki, WhatsApp-a sonra reklam qoyam. Ya onu deyəcəm sənə. Kataloqu. Yoxdur, məndə açılmadı. Necə mən bilmirəm. Bunu eləsəm super olar. Çünki mən Burada kataloq saytçıyım bilirəm. deməli bir dənəsi aktivdir, iki dənə ikinci aktivdir, iki dənə və bir dənə
API aktivdir. Şimdi ileri edirik API aktivliyin təsəvvürü ol. Bunları Burada silmək domenin istəsən. hostingin hə, domenin və hostingin istədir səndən. Amma burada sırf mənə yönəldir də, çünki mənim profilim üzərindəndir. Bunu öz profil üzərinə edirsən. Və amma burada səndə domenin yoxdur. Bax, Hə, yoxdur. hə, çünki necə domen çıxmaydı orada. Nə burada tutaq ki, deyək. Burası inan bunu istəyən olur ki, səncə? Hə, dəhşət, dəhşət bir şeydir. Yəni istəyən olur. Hə, hə, hə. Böyük şirkətlər. Əgər sən böyük şirkətlərdə çalışırsan, bilirsən, qəşəng qazanırsan, bax qardaş, yaxşı bir səviyyəli şirkətlərlə, və sən deyən yeni cücərənlər lazım deyil. Böyük holdinglər falan, onlara bu şeylər lazım. Və sən onlarla bir var 300 manat gəlir, bir də var 500 manat gəlir. Götürürsən, qrup müdürünü işləyirsən. Və onlara da istiq baş atıyorsun. Bir parası olur. Onlara da nə lazımdır? Aa, faytların üzərində satış eləmək. Faytların ideal səviyyədə bilmək. Bu dəqiqə, Hə, misal üçün, saat bu dəqiqə bir nəfər də eyni səviyyədəyik. Mən də gedeyim və yaxud da o da getsin. O bir dənə bunu bilməsin, o geridə qalacaq, məni götürəcəklər. maraqlıdır. Hə, İnanırsan, hə, hə, mən hə. şəxsən mən İlk şəxsən elə sual şey budur. çox düşünürəm, çünki Yox, yox, müəllim, nə kataloqu bilirsən danışırsan? yoxsa? Hə, 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 katalog. Katalog da yox, hər şey olaraq. Evet, pikselləri ölçə bilirsiniz. Pix. Conversionları özlərində elə kul aparırlar. Okey, adam özünü travmasıdır, kul aparırsın, mənim nəyimə lazımdır. Ben başımı aşağı salıb işimi görüb pulumu qazanmaq istəyirəm. Soruşurlar. E, event meneceri bilirsiniz. Conversionları ölçə bilirsiniz. Bəs piksellərin datalarını, ya belə sizdə jest kreasiyalardan istifadə edirlər, jestlər deyir. Sanki bütün bu Facebook'u quran bunun atasıdır da belə. Sən bunu biləndə, sən onun knockout edəndə bilgilərindən, olur sənin qabağında qul. Bax, onda oje sən nə deyirsənsə, o deyir baş üstə müəllim. Ona görə bu hissəsi sənə də çox vacib lazımdır, mənə də lazımdır. Mən inansan ki, mən özüm bu tərəflərdə işləmişəm deyə, yəni ən Hə, hassas yerlərdə də arxa planda, yəni bildiyin üçüncünün arxa hə. planında işləmişəm neçə vaxt. Çox vaxtda arada bir mənə yeni işlər verirlər də. Mən şəxsən nə qədər deyirlər, mən ora gedəndə mühasibçi nə deyirlər? İndi o günlərdə məndən loqo istəyir, bir şeydir, Talib deyirəm bəli, bir dənə loqo ver. Tural Məmmədov var, Hı, yuxarıdan. O deyir ki, Talıba deyim, bir dənə loqo alsın. Bir nəfər deyir, Space TV-nin deyir, işini görüb o. hı, Ondan deyir, paralel paylaşmaq istəyirəm ki, 2 və kriminalistika və Talib Medianın deyir, adını çəkməyim orada. hı, Rick Mark'ın adını çəkim ki, çünki Talib hı. dedilər ki, Talıbı öz yanına çəkir. Yəni belə bir şey istəyirlər də. Yəni deyir belə bir şey deyərlər. Köşkü yanına Hə, çəkir də söhbət. Deyirəm amma lazım deyil axı. Amil heç bir ehtiyac yoxdur da. Deyir yox, sadəcə istəyirəm ki, reklam olsun ki. Deyirəm abi, mən Rek Market heç tanıtmamışam. Çünki mən o bu il keçən il qurmuşam və bu il başlayacağam işinə. Deyir amma qoy reklam bizdən olsun. Deyir ki, adam nə idi? Mən nə atırdı silirdim. Sən fikirləş ha. Sən nəyə otururdun? Bir nəfər sənin şəkli paylaşır. Ona təlifat qatırdım. Hardan götürdüyü haqqında. Yəni report. nətər, Reportlar başa var ha, düşmürəm. report. Hə, Report var, report atmaq. Report atırdım və durub orada bir dənə xırdalıq yazırdım. Mənim orada şalvarımın rəngi bu idi. Ayaqqabımın rəngi bu idi. Əynimdə olan pencək bu idi. Və kənardan mənim videomu çəkən şəxs mənim icazəm olmadan videomu çəkirdi. Bir gün, iki gün, üç gün az olub video silinir. Baxırlar ki, bu kimsə altdan yazırdım, adım yazırdım. Xalq media. Bu gün mənə yazırdı. Salam aleyküm. Bir dənə şikayəti geri çəkirdim, çəkmirəm. Nə idi çəkmirəm. Get neysə demirlər. O dayansız deyirəm. şikayətə görə Sən istənilən videonu internetdən silə bilirsən? ə, əgər sənin orada hüquqların varsa, hə.
Qəşəng. Bax, bu Gizli şeyləri atma olur. bilsən, mən öyrənməyimə görə yox. Bilsən, bilsən nə deyirsən? Lazım olanda sənə yönləndiririm. O baxımdan. Sanki çox bildiğin zibil işte də. Ona görə 5 dəfə tutmuşam. Hə, 5 yaxşı, dəfə yaxşı. tutmuşam. O da necə Yaxşı. silərəm? Necə? Bax tanışın ola, tanış hər hansı bir şeylə, bildiyin şeydə bir adam var pul xərcləyir. Yəni bildiyin pul xərclər. Ay Bax müəllim. videonun birin, pul bu Hə, məsələdə pul çox rol oynayır. İş oldu götürəcək sonunda. hə, Yəni necə deyim, yaxşı. təlif haqqıdır. Hətta nə deyim sənə? Sənin Hı, paylaşımları icazəsiz kimsə paylaşsa, hı. sən özündən, Instagramdan, Facebookdan götürülür, onu da silirəm. Nümunə gətirirəm Qəşəng. ki, mahalın səhifəsindən götürüblər, Hı hı. siliniblər. Yəni bu Ömrü Sultan var idi, tanıyarsan da. Nə bilim, Model var idi, model, Bomb Collection. nə bilim. Hə, Onun bütün dünyadan şəkillərin, videoları mən silmişəm. hə, Hətta ona bilim. görə, ona ona görə bəlkə də ondan çox milyonluq səhifə bağlanıb. Yəni Ərəbistan ölkələrində. Hə, Yəni başa reportu düşdüm. atmaq gücündəndir. Hə. Ya o hansı atmaq olur da o reportdan. Bu pikselləri bax görsən, gəlirsən səndən saytı istəyir. Domen olunursa sayta yönəldir. Sayt, hə, Pixel Yəni domen saytı. açıq olsa Yaxşı, bəs WhatsApp-ı? WhatsApp avtomatik Bax, sən bura hardan girdin? yüklən vur şeylərdən. Sən bura hardan girdin? Bax, gəlirsən bax bura kataloqlara, Hə, WhatsApp. Sən göstərirəm. gəlir Səndə heç bura bir WhatsApp kadı. onaylanmıyor. Ay, sağ ol. Onaylayaq. Niyə onaylanmıyor? Yəni Hə, mən göstərir. Hə, özüm deyir eləyim. izinsiz. Gözdə Hə, onu da onu özüm sən özün eləyim də. elə, Elə indi eləyim. elə. Hə, elə elə. Onda gözdə onda. Ekranı paylaşın. Bir yerdə eləyək. Bax, Paylaş. gəldik bura. Ee, Aha. görsən ekranımı. Gəldik bura. Dəqiqə, Mhm. dəqiqə, dəqiqə. WhatsApp seçdin, İnternet. davam edirsən. Yox, bir dəqiqə. Rəhmətədən settingslər, settingslər. Lirik, hani buradan. Hə, data. Data source, katalog. Ekranı görürsənmi? Hə, Katalog. gördüm, Amma gördüm. görsən səndə, məndə katalog ümumiyyətlə görünmür. Səndə amma görünür. Yox, sən bu balam üçün əlavə eləməmsən, mən mahalın öz Ey, səhifəsi üçün yazmışam. adı. Hə. Katalog ürünlərini bunu mən özüm yaratmışdım, niyəsə bilmirəm. Amma bu WhatsApp-ı gətirirəm. Saytındır. O saytındır. Katalog ürünə saytındır. Hə? Hı -hı. Kont- Event source. Şuna Permission nedir? icazə ver. Var. Bu mənəm Hə, axı. ver, icazə Mən ver. necə? Hı -hı. Evet. İcazə ver deyildi. O learn more, yəni daha fazla bilgi al deməkdir. Yəni keç ora, orada səndən icazə istəyəcək. Exam Niyə? permission e-commerce manager. Hə, bildim niyə. Bildim niyə mənim. Bax, deyəcəm niyə. Çox güman ki, çox güman ki. Mən Aha. buradan people-dan girib mahala. Assign people eləməli. Xeyr. Abrakın qaydım. Yolunu uzanmasın. Apple. Assign people eləməliyəm. Ondan sonra bax, mahalda, WhatsApp-dayam düzdür. Gətirib bura mahalı qoymalıyam. Mahaldan full elədim. Assign vurdum. Bəli. Gəl yenə Gələn mənə kod verəcək. iki faktorluq Hə. kodlardandır. Gəldik bura. Ondan sonra icazəni verəcək mənə. Tamam. Connect Mhm. event source. Niyə yenə olmadı? Yox. Vermişəm axı mən. İyi, əziz qardaş. Nəsən belə Nə oldu? iş? Məndə açıldı, səndə açılmadı. Səndə uc açıldı elə. Məndə Gözlə, bax, ötürdü assign people növbəti. Sadəcə eləmişəm. Səndə assign people eləmişəm. Götürdən eləyik. Assign people mahal, pullanır.
Əvvəl adı. Ha, ha, Saytın mahala. icazəsini ver. API-nin Hmm. icazəsini ver. Aha. Vaxt sənə də verim də. Əftan Mən eləyək. vermə, mən vermə. Heç üçüncü şəxsi vermə onu. Ha, WhatsApp-ını onda çıxardaram onu buradan. People-a girək. Ha. Kalıpdan. Ha, nə var? Kalıp. WhatsApp Buradan kataloqunu kat. sil. Ha, bu, belə. Gəldik sonra. Data source. Katalog, Katalog. WhatsApp. Mən o WhatsApp, zaman hə, mahalda var idi amma gəl sizə mahala baxaq görək. Mahalda nə var? Hə, mahalda hamısı var. Malda Excel də var, WhatsApp da var. Bəlkə də bunun üzərindən manage vurum. elə. Yox, burada şeydir, yəni yoxlayırsan, Hı Şey. -hı. Gəl Hə, kataloqa, başa. kataloqa düş. Burada ikinci lap ikinci data var. İkincini yoxla. Bunu, Source elə. Ya, yox, bunu altdaşı, işlə. altdaşı. Bunu, hə, elə onu Altda laf eləyirəm də. atdı. Hə, atlasını, Hə, onu elə. başa düşdüm. Niyə ki Bəlkə daha fazla bağlayım, bilgi verirsiniz? gəl bağlayım. Yaxşı, gəl bağlayım, təzədən mən gelim bəlkə. Heç mənsə yuxarıda niyə girmirsən ki, belə əziyyətlə girsən? Bence istəyirəm. Talih dəstəyəm. Çox vacib deyilsə sonra danışaq. Mən evə saat 5-də. Gedirəm buradan şeyə, diş həkiminə əməliyyata oradan sonra. Ay, gir bizim otağa, nə hara qoyursansa qoy mənə deyərsən. Olsun, sağ ol. Aha, aha, görsən set permission, okay. Connect event source. Bunu eləyim onda. Hı -hı. Hə, iləri vur. Davam elə. Yenə də. Yaxşı, gəl onda Yəni, upload eləyək. yaxşı. Bir dənə səbirli ol. Qaynaq oynağı izin deyə gərək orada. Burada səndən izin istəyir. O sən nəyə izin verməmisən ki? Əvvəllər bu kataloqlar Deyir ki, onu sənə deyir ki, izin istədə, yəni lap altdaşın vuranda nə gəlir? Orada da icazə istəyir. Burada icazə nəyin icazəsidir, ona you baxmaq don't have. lazımdır. Yox, bu Katal sənin icazəndir. Deyir ki, you don't have permission to view this. Sənin bunu görməyə icazən yoxdur. Please contact your business deməli, admin. Öz admininlə danış, sənə icazə versin deyir. Admini özünə, mən nə, harayla nə danışmalıyam? yəni səbirli ol. Orada ürün əklənikdə heç şey eləməli deyil axı bir dənə. Heç birində icazə vermir. Niyə? Qaynaq iletişimində də icazə yoxdur. Yəqin ki, belə problem təzə yaranıb. Çünki elə bir şey yox idi burada. Aha, Özdə bax, full kontroldayım, katalog. görürsən? Görürəm, görürəm, onu görürəm. Hmm. Hətta gəl belə eləyək. Bunun üzərinə belə bıraq, view. Data Bir source dənə kimi səbirli ol, eləyək. onu atasın. Hə, Hə, qaydım mən da sənə var. indi deyirəm. Bax, deməli, şey vur. Orada yox, bir dənə gözlə, bir dənəsini vur. Demo belə. Bunu, Hə, hə. hə, Yuxarıdan content, comment management ora vur. Hə. Alt tools'a vur. Burada səbət işarəsinə vur. evet, hə, commerce manager. Aysa, ora gir. Əlavə elə. Var axı burada. Var. Yəni gözlə, mən sən dəşə baxıram.
Azərbaycan bayrağı düşmür axı ora. Orasında Azərbaycan bayrağı düşməli yuxarı. Bir də Content Manager gəlib. Əvvəl Bax, bir dənə Azərbaycan davam üçün elə. keçərli. Bir dəqiqə, Nə add var? account eləməliyəm. Deyirəm, məsələn, əlavə olmalıdır bura. Və bir də ki, bura ortaq Bir ehtiyac dəqiqə. yoxdur. Bir dənə Aha, gözləyək. Azərbaycan. Okey, Azərbaycan işarəsi yaxşı. Choose the primary market. Okey, Yaxşı. Azərbaycan üçün satacağım. Yaxşı. Bir dəqiqə. Nədir bu? Şöyle koyalım. Customers. Okey. Amma görsən started səfəti yoxdur. Okey, create Əlavə elə. Orada cookie. gir, əlavə elə. Hə, Mağazanın konumu yada səndən. Gir ora. burada. Bəli, bəli. Local product və servicesdir məndə. Property auto. Bunu eləyim. Davam elə, davam elə. Mhm. İkincini seç. Online qoysan, online. Amma mağaza üçün həmişə seçmək lazımdır. Əgər məhsul xidməti varsa, o seçməlisən. Müəllim, mən burada Sonrası özüm üçün kataloqu mahalı gör. xidməti. Next sil onda. Bu yenə balama gəldi. Gələk buradan mahala. Yuxarı dəyiş. Buradan dəyişdim. Kataloqum ne? Yazıram bura mahal. Belə yazıram hətta biraz. Tərki yazıram mahal. Aha. Workshop yazıram. İndi isə sənə irəli davam elə. Bir kataloq eləyim. Aha. İndi birini seç. Bu mənə Burada hansı yenə icazə saytı ver? gətirir. Da saytdan deyir API seçəcək. Aşağı düş saytdan icazə ver. Pikselin deyir, WhatsApp'ın deyir pikseli. Deməli burada sən neçə piksel işləyir? 2 dənə, 3 dənəsi işləyir. API işləmir. Haydi API işləmirsə seçə bilməyəcək. WhatsApp'dan da çəkə Çünki bilmir niyə də görə? onda. Hə, sən bir dənəsini seç. Bu 52 ilə 52 qaranlıq qalır. Çünki o biznesin API deyil o. Seç, birini seç gör nə gəlir səndə. Məndə açıqdır. Məndə hamısı belə deyəndə nə gəlib? Saytı, bu saytdakı kataloq. Bir dənə üzr istəyirəm. Nə? Yaxşı, sağ ol. Sən təşəkkür. Dəstəyəm marketing. Hə. Çıxırsan yəni onlayndır. İki tamam qutarız. Olsun. Sağ ol. Sağ ol. Həkimə də buradan çıxıb gedirəm. Olsun. Həkimin əməliyyat nə qədər çəkəcəksə o vaxt olacaq. Mən yəni ikinci dəfədir girirəm. Başa düşürəm, mən həkim kimi girib nəfər ətimi kəsim, həkim kəsəcək. Deyim tez kəs pis gəl. Yaxşı, yaxşı. Yaxşı olsun. Müəllim, sən ol. Ailə münasibətində tələskəni yoluna. Deyirəm ki, həkimə gedirəm, əməliyyat edirəm, ətimi kəsəcəklər. Deyir ki, biraz tez ol. Deyirəm, neyim, həkim olum, dişlərimin ətini kəsir. Bu kişilər ümumiyyətlə Deməli bu dəhşətdir. falan işlər. Deməli nə gəlib bura? Burada WhatsApp kataloqu deyir ki, mən özümə baxdım da. Deyir ki, WhatsApp kataloqu WhatsApp üzərindən əlavə edilməlidir. Varımdır da WhatsApp Amma üzərindən. Gəl sənə göstərim. hə, çünki burada Bax, baxdım və burada göstərmədi. Mən özümdəkində xəta verdim. Manual bağlantılara baxıram. Deyir ki, WhatsApp kataloqunuz ancaq WhatsApp-ın bu üzərindən nədir? olsun. Bax, bu arada niyə belə eləyib? Hə, Nahala bayada belə yazaq bir dəqiqə. Bunu da vermişdim tələbəmə, sağ olsun tələbəm marketolog. Marketolog. Nahala bayada marketolog. About hissəsi falan, okey. Bir yazını, bir yazını, bir yazını.
Bunu about gedim özüm aparam bura. Yaxşı linklər falan katalog vardadır burada. Amma telefonumda var. Telefonda göstərir katalog. Burada göstərməyəcək. Hı. Telefonumda varım da zaten. Yox, burada çox dəyişiklik var. Mən sonra indi baxdım ki, əvvəllər WhatsApp-ın kataloqu orada görsənirdi, amma indi görsənmir. Buradan baxıram, Azərbaycan çıxmır orada. Hətta bəs bunu deyirəm də sənə. Sayt Çıxmadı, üzərindən. çıxmadı. Ancaq sayt üzərindən çıxardır. Amma eşidirsənə bax, burada biz boost eləyə bilirik kataloqu. WhatsApp üzərindən reklama qoya bilirik. Bəli, bəli, onu bilirəm, görmüşəm. Əslində burada əvvəl çıxırdım, indi niyə çıxmır? Mən özüm də çıxmadı. İndi bir dəqiqə, Yəni bir dəqiqə bax. müş Bax, gəldik bura. Tutalım ki, adın nə idi mənim? Bax, tutalım özüm atıram. Atdıq bura. Bax, görsən, bu mənim kataloqumun. Görək açılar. açmadı. Yox, dayan deyəcəm yenə. Mən bunu. Neydi bu? Şu an bunu gətirirəm belə. Açmam ben. Ha, WhatsApp'ım var deyə yenə də Qaz- ölmür. Olmur. Yox, mən onu deyirəm də, deyirəm olmur ki. Sadəcə Ha, kataloq və sayt üçün hazırlayıblar. E, buranı keçək çünki bura çox qarışıq qalmasın, bizə yaxşı. çaşdırmasın. Yaxşı müəllim. Demək, başqa nə, burada nə var? Nəyə başa düşmürsən? Burada onu mənə deyərsən. Bu verifikasiyadır, yəni təsdiqçidir. Bura xəbər üçündür, news üçündür. News bölməsidir. Yəni Azərbaycanda cəmiyyət işləmir, amma Amerikada rahat işləyir. Niyə? News Yox, bölməsi onu nədir? Xəbər agentliyi. ha, ha. Yox, odur ki, Agentliyi. Bura xəbər news bölməsidir. Deyən gözü biz kimə şeydə mən sən e, görmürəm o müəllim. Ekranımı görmürəm. ekran görsənmir. Hmm. Hə, gözlə mən özümü bağladım. Всё. İndi görsənir. Hə. Bura xəbər bölməsidir, news bölməsidir. Bura xəbər agentlikləri əlavə olunur. Yəni bizimkilərin xəbər agentliyi bura sayılmır, çünki niyəsə əllərində sənədi yoxdur. Amma bilsən mən Sənəd buranı nə istifadə olun. bilirdim? Mən buranı nə bilirdim? Sənin Nə bilirdin? ümumilikdə, sənin ümumilikdə biznesin ilə bağlı bütün informasiyalar hamısı bir səhifədədir. Misal üçün, acı yuxarı qalx deyim, acana. Elə həmən səhifənin içində, həmən orta hissəyə gəl. Yox, müəllim. Bayaqki yerə qayıt. Sən nə Haber göstər? səhifəsinə gir. Altta. Hə, Ha, bax, bura. misal üçün bütün məlumatlarda, bax, domen evi istəyir, saytı istəyir, işlətməvi yazırsan və acı aşağı düş. Hə, buradan da sənin ümumi ödəmə divarlarının arkasını başa düşmürəm türk dilində nə deməkdir. Ümumi məlumatın buradadır və bu elə bil ki, sənin sənə daha çox güvənməsi üçün lazımdır bu kimi bilirdim. Ya, ya bura məsələn, bura xəbər kanalıdır. Bura, yəni Amerikada xəbər portallarının çoxusu Amerikada. Bütün sənədlər düzgün olsa bura əlavə edirlər ki, onlar rəsmi şikayət gələndə silinməsin paylaşımları. Yəni Meta onu news kimi qəbul edir. Və sən dediyin bölmə Mən buradır. başa üçün oranı tam eləmişdim misal üçün. Ha, bax sən dediyin yer var ha. Sənin məlumatların. Hə. Bax, işletmə varlıqları. Sənin bütün məlumatların bütün buradadır. Yəni gəlmiş, keçmiş, hamısı var burada. Orada Hı harda silinsə də hı. burada silinmir. Yəni burada Yox. nələrin varsa katalog, bir katalog, iki katalog, sənlə Hı bir nəfər misal partnyorluq edir. Odur, Talib Media kataloqu, reklam hesabı, burada ikinci reklam hesabı var. Pixel,
API fiksirdi. Sayt görsən təsdiqlənib buradadır. Bu nə idi? Çevrimçi olay nə idi ki bu? Adı media. Ha bu xəbərin yeri olmalı fikrimcə. Orada məndə təsdiqlənməyib, proses gedir. 30 günə təsdiqlənir. Onu təzə eləmişəm. Bir həftə var eləmişəm. Burada Instagram'dır, Facebook'dur, WhatsApp uygulaması biznes. Sənin dediyin yer bax buradır. Yəni mənim bütün məlumatlarım hamısı buradadır. Bax səndə də Və burada WhatsApp-da kataloq var da, görsən. Aşağı düş burada da WhatsApp-ın buradadır. var. Yox, yox, sol katalog ürünlərinə gir, orta dashboardda gir, orta dashboard. O sağ dashboarddur səndə. Adlar olan yeri, işlətmə barəsi aşağı düş. WhatsApp var aşağıda. Məndə təsdiqlənmir. Çünki götürmür. Biri olur, biri olmur. Sayt istəyir və sonra gəlib Azərbaycan çıxmır orada. Ürün eşlədi gəlir, bir yaxşı yerə gəlir, orada API istəyir, API məndə işləmir axı. Sayt işləmir. Amma bunlarda işləyirdi. Məsəl üçün Ümid Baby-də Hə. hamısı var. Amma indi onlarda da açılmadı. Baxdım orada. Burada nələr var idi başqa? İnternet bizi portallar yeməmiş. Bu da nədir? Kasıflara dəstək. Bəlkə də bu Nədir şeyə bu? qabağa çıxıb sən görmüsən. E, reklam Dəstəklərə ehtiyacım hesabın, var. ekran Nədir? görsəniz. O nə deyil? Nə bilim, bilmirəm, kimsə açıq olub. Reklam hesabı, kimsə reklam hesabı mənə bağlıdır. Yəni onu tapmalıyam indi. Allah bilir, adam mənə adıma reklam da verib. Yəni onun üzərində işləyəm. Ha, Bax bax, görürsən bunların hamısında özdə Talıbdadır ha. ha, yox, bu Talib Panzayev mənim Facebookumda. Bu Facebookda. Deyir ki, bu reklam hesabını bu şəxslərdə istifadə olunur. Yəni Hadi, reklam sən reklam hesabı hesabını bu şəxslər istəyir. ay sağ ol. Deyir ki, yəni bu şəxslərdə istifadə olunur. Mən indi bunu siləcəm. Mən də bu niyə görə getmədi? Hə. Qaldır elə də. Hə. Burada mən bu vuranda çıxanda avtomatik olaraq Talibdan çıxacaq. Mən bütün reklam hesablarını özümdə adminlik olaraq saxlayıram ki, özümə aid olan reklam hesablarını. Bu kimin reklam hesabı nəticədir ki, bunu dərsdən sonra girib baxam eləyəm. Yəni kiminsə düşüb məndə qalıb, mənim deyil. Amma adım Instagram adı əvvəl bu nədir? Bu Instagramın özünün işlətmə adı var ha. Bu Instagramın özünün işlətmə adıdır. Müəllim, niyə Yəni girib baxmırsan ola şey tərəfdən? Niyə girib baxmırsan? Amma Instagrama bax. Yox. Settingsdən profil hissəsinə gir bax da, gör o kimdə orada qalıb səndə. Yaxşı bir şeydir. Bəlkə bu adam reklam verir mənə kimsə. Adaysa. Sayfaya git görək sayfadan nəyin bax. Səhifədə isə çıxmır. Mən işlətməmin özü də işlətməmin daxilindədir. O adam reklam verir əməli başda. Hə, kimsə Allaha and olsun. Amma adam Səndən kartel də reklam var verib. burada. Sən ora Yox, necə adam girdin? kimdirsə, Talibin yerinə girmisən axı. həmin odur. Talib medianın içindədir, məndə qalıb. Adam kimdirsə reklam da verir. Yəni baxım görüm nə reklamları verir. Kapital Bank. Hə, Capital Bank özdə. Hə, yox, qoy nə Capital Bank. Bir dənə səmir ol görək. Bu Instagramı tapaq. Burada. Müəllim adından nəsə eləyər. Allah uzaq eləsin. Necə?
Adından nəsə eləyər deyirəm, Allah uzaq eləsin. Reputasiya hamısı Deməli, bu kimsə, 5 hə, dollar. bu adam 276 dollar başlayır. bir nəfərə mən keçən il reklam hesab açıb vermişdim. Bir dənə gözlə, deyən. Özdə həmən o Instagramçı Təbriz mənə yazmışdı ki, bunun üçün reklam hesabı yığ bir. Yəni gözlə görüm. Adı neydi bunun? Dövlət kurumu deyil də xaba. Hasıblara ehtiyaclar. Tabii ben istəyim. Instagram'a aktarım. Afət Natiq mənə işçində. Maraqlı bir sosiyyatı tapaq görək, o belə bir ad da yoxdur. Nuray, mən yadımı sılarsan, o bir baxaram, görüm kimin o. Amma çox maraqlı bir şeydir. Kimsə reklam hesab vermişəm, özüm öz işlətməmin içindədir. Sabah özümü zibilə sala bilərəm fonla. Allah, öz hamısı sayt da var orada. Əməli başda orada Kapital Bank reklamları etləri gedir. Hə, başa düşdüm. Bir nəfər var idi, Lənkərandan. Bəlkə eşitmirsiniz, Hacı Sadiq. Yardım işlə məşğul olmuşdu. O məndən xahiş eləmişdi bir keçən il. Mənə reklam hesabı açıb reklam verim. İndi yadıma düşdü. Odur, amma bu adamı gəl ayıram. Ona gəl Ay müəllim, sən özünə Allah, danışam Allah reklam. uzaq eləsin. Özdəki görürsən də. Bu dəqiqə Onu kart məlumatları paylaşıyor. Kart məlumatları paylaşıyor. Adamı əsəbələyən oldu. bir sən neynə bax, settingsdən yuxarıya qalx. Settingsdən insanlara gir, insan. Kişilərə. Asla. Şəxslər. Hə, şəxslər. Burada Aha, yox, özüm buradadır çıxam, orada. başqa çıxmır. Reklam hesablarına gir. Həmən şəxsdir də odur. Burada, Budur. ha. 13-23. Gəlsən o, ha. Gəlsən ona özlərini çıxardım verəm gələk. Delete burada, Çıxardım delete. özüm. Yox, hazırda reklamı Birinci gedir oradan. bildi mi? Sən birinci gir bunu bas, zibil kutusunu bas, sil. Ondan sonra ona lazım olanda gəlsin səndən əlaqə keçsin. Denə ki, qardaş, nə edirsən mənim için bu profilimin içində? Özüm vermişəm, özüm vermişəm buradan. Amma ayırmamışam. Gələk onu atam öz profillərini ayıram geçsin özümdən. Çünki niyə bax düşün, Hama Sadiq mənə dedi ki, bir dənə ailə üçün pul yığırıq. Xəstələm, nə xəstəsi idi Allah? O iri var, Allah kömək olsun. Hə. Hüseyin, Hüseyin Behtat mən olsa vermişdim, amma adam mənə demiş ki, dekabra qədər ver də mənə. Hələ indi yadıma düşür ki, dekabra qədər demişdi mənə. Orada niyə qalıb? Gələm olsa ayıram geçsin. Niyə? Buna görə bir həzirdə keçmişəm. Çox pis sirdə Yəni, keçmişəm. Sübut eləyəndən sonra məndən uzaqlaşıblar da. Demişim ki, qardaş, məndən kömək istəyir, mən kömək eləmişəm. Onu gəlsən həll eləyəm. Deməli, nəyi deyirəm sənə? hı, E, Bu dəstə hər ikimiz də öyrəndik. Misal nələrsə öyrənmiş hə. olduq, həqiqətən əhsən. Burada başqa nə sualım var burayla bağlı? Burayla bağlı Ortalığı yoxdur. ortalığı mütləq şəkildə elə ha. Yəni ortalıq bir an sorğusu göndərdim. Hə, Onu ona girəcəm mən, ona daxil eləyərsən. olacağam. Yaxşı.
Burayla bağlı yoxdur. Reklama bayaqlamışsam birinci, düzü tam səmimi deyim. Reklamın o qədər detallı olduğunu baxmamışdım. Bildim ki, sən qoymusan rahatam. Özümdə də bu ailəm dəydi bir-birinə. Ay magistraturdan vaxtı açıldı. Ay qeydiyyatdan keç. Ay nə bilim nə o bu o bu. Heç sən baxdım, sən indi eləyəndə gördüm ki, birinin içində neçə film, birinin içində neçə belə belə. Bu dərd çatdırmayacaq. A, gələn dərs biz sənin elədiyin kimi reklama qoyaq. Bəli, Hı. Məndə problem ondan yoxdur. sonra Gələn dərs məncə hı, bizdə ən çox birinci də reklamlara üstünlük veririk. Kampaniyalar və onun aralarında fərqlərə nə qədər kampaniyaya və setə nə qədər büdcə ayırsaq daha fərqli olar. Yəni paralel şəkildə nə qədər işlətdiyimizi oradan baxarıq və hansına nə qədər pul xərclədiyimizi də oradan görək. Misal üçün, görürsən burada reklamların gedir. Nəticələrin yaxşıdır. Mən indi buradan görəcəm. Proqramdan baxanda da kırılım bölməsində də biz platforma əlavəndə baxırıq ki, bölgələrdən burada açır. Görək bölgələrdən hansı bölgələrdən yazırlar bizə. Bölgələrə baxaq. bugün onda ona görə elə yazıb qız. Deməli bu günləri bir dənə qız yazıb. Ay Allah, onun şəklini çəkib atacağım sənə. Hə, Salam. Mən Neftçala rayonunda yaşayıram. Sizinlə məsləhətləşmək istəyirəm. Münasib zamanda mənə görüb demiş edin. Deyirəm Allah, bu nədir? Bu nə daha böyle atıra baxarsan. Yəqin həm də ona görə şey o gedib rayonlara çıxıb deyə atın sənə bax. deməli burada baxaq. Amma açmadı. Potensial müştəri Bakıdan yazıblar. Hə. Burada niyə açmır ki? Başa düşmədim. Gəl bu gün və dünəni seçək. Dünəni seçək. Aşura nə qədər xərclənib? Geri dönüm. Bakıya $8 xərclənib. Yazanlar Bakıdan olur ki. Zakataladan 13 nəfər baxıb. Ən çox Sumqayıtdan baxıblar 100 nəfər. Şəmkirdən baxıblar 30 nəfər. Mən nə Məndən istəyirəm bir dəfə görək. şirkət var idi, reklam vermişdi. Bunun özəlliyini istəyirdi məndən. Hansı bölgədə, hansı rayonda, nə qədər gedib, mənə tam detallarını at. Mən indi özümdə reklam qoyacağım. Baxarsan sən ona. Retargeting eləyəcəm. Mənə mesaj yazanlara təzədən geri dönüş eləyim. Mən görsünlər. Ancaq yazan bizə Bakıdan olur. Demək olar ən çox kütlə Bakıdan olur. Bakı kütləsindən yazan olur. Başqa isə buradan yaş aralığına baxaq. 34 yaşa qədər yazan yoxdur. Bir nəfər Olmayıb da. ümumiyyətlə belə şey jargonlarla Sırf yox. yazmışdı. Yox, Bakı hədəfin birindən yazan o şeydir, 30-40 arası yaşlarda yaş olur. Burada isə maraqlıdır. Hədəf AZT-dən sənin öz hədəfindən 30 34-ə qədər yazanlar var. Genişdən isə yazanlar ancaq neçə yaşdır? 18-45. 54'e qədər yazan var. Nə bilim sən nə keçirsən elə. Birini götürüb blok atdın. Sən de görüm nə marketingi qaldırırsan, right. İngilis dilində nə bilim. Qəribə-qəribə şeylər götürüm atdın bloku falan. Hə, elələrsən. Amma bir baxaq, okeydir. Bir baxaq görək nə nəticə verir. Paralelində mən bir dənə Əsas bir target nəticəyə bax. nəticə bilsəm mənə istəyirəm. Mənə e, təlimlə yazılsın. Yəni lazımlı kütləyə gedim çatım. Lazımlı kütləyə Nazır istəyirəm. lazımlı kütlə var. Lazımlı kütləyə çatmağın üçün isə biraz kütlənin özün bilirsən, nazır oynamalısan.
Və bir də özün daimi səs atmalısan. Şablona cavab verməməlidir. Ancaq özün salam, hər vaxtınız xeyir olsun, budur dərslərimiz, budur. O Yəni öz zaten öyle səsinlə, eləyir. hə, yəni hamısı Hə, öz elə səsinlə eləyir. olmalıdır. Yəni Hə, mən hə, o baxıma sənə deyirəm ki, sadəcə öz səsinlə cavab ver. Başqa isə mən çoxsun necədir? Sən hər şeyi bilirsən deyə, reallığı deyim də, bilmədiyim bir şey öyrənmək lazımdır bu dəqiqə. Bilmədiyimiz bir şey tapmalıyıq. Elə onu soruşacaqdım müəllim. Bax, bugün ikinci dərsimizdir. Biz Jamaika'nı demək olar ki, bitirmişik. Bizdə ümumiyyətlə neçə dərs olacaq və başqa nə öyrənə bilərik? Bax, mənə Google çox maraqlıdır atmışdım. Dubayda olanda atmışam, Bakıda olanda atmışam. Amma sonradan elə bu işlərə bir neçə ildir görmürəm deyə elə bilirəm ki, bilmirəm, amma eləmişəm dediyim kimi. Viza olsun, vizamız olsun, özümün bir dənə Google'a Mahalabaya bul, öz köhnə evimizi özümün ofisim kimi eləmişdim. Google My Business. Onu eləmişəm. Google Amma My indi Business səni hə, qoca edirəm. Google My Business baxımından narahat olma. Onu yəni belə firması xırdalına qədər bilirəm. hə, Saç nə bent deyirdi? olana. Amma bir dənə məndə nədir? Məndə bir dənə Google-da analitika var ha. Google Analitika. Mən orada gəlirəm. Bir də ki Onu da mən Google sənə Ads-da. öyrədim. Mən sənə öyrədim. Nə olarsa Google da ki, nə Ads-da. bax. Ha, ha, şimdi niyə görə vaxtım olmayıb reallığı deyim ölçənəm. Babaxan keçən səfər ya evdə yazmış ki, gələrsən bunu öyrənərsən. Yəqin demişdim, nəsə demişəm ama o onsuz da demiş ki, gələrsən bunu öyrənərsən falan elə. Şeyzədir, Babaxan çox sadə uşaqdır, yəni tanıyırsan da. Çox Babam sadə. illər o da Paşa Bankdadır. Çox sevirəm, çox hörmət edirəm. Çox sadə insanlar idi. Mən onun yəni səmimi görürəm. Adam insan bir dənə yolu var. Bu yoldan çıxıb gedirəm. Yoxsa indikilər kimi, təzə 3-4 ildir qalxanlar kimi, bunu biraz bilirəm, yox, bunu da bilirəm. Yığır eləyir. Mən keçən səfər bir nəfərə dedim. Dedim ki, qardaş, bir dənəsinin üstündən qalxın. Yəni texniksənsə texnik tərəfdən qalx. Müəyyən Harsa. soruşan mənə deyir, mən istəyir. Onda sən həm reklam verirsən, həm də ki, bu tədrisi keçirsən. Deyirəm mən tədrisi, yəni özüm özümü Müəllim, o təkmilləşdirmək üçün şeylərə baş keçirəm. qoşsan var, Talib. Sən də mənim qardaşım. O qədər elə üz-üzlər görmüşəm. Üz-üz deyirəm ha. Üzünə gülüb arxam, ay müəllim, səndən ötürü ölürəm. Allaha and olsun deyirəm. Anam atam sənə qurban. Ay falan, ay belə. Baxırdım belə dedim ki, yəni mən o 2 aylıq müəllimiyəm. Bu mənim hansı formatda bu qədər çox istəyə bilər də. Yəni aşağı da yaşım yoxdur. Düzdür, 35 olur, 36-ya keçirəm. Baxıram görürəm ki, gedib nə danışır, nə eləyir. O insanları uje mən olaraq şey eləmirəm. Mən öz həyatımı başıma aşağı salıram, oxuyuram, öyrənirəm, ailəm, uşaqlarım, işim, gücüm. Artıq üstündə neqativin tökürsə. Deyirəm, hə, sağ ol, çox sağ ol. Yəni ona baş qoşma. Elə qoşsan, bir də görəcək ki, görəsən ki, sən uca qarmağını aldın. Bir də görəsən quruydu qaz. Maksimum elə oldu, başından elə getsin. Və dünən bir nəfər mənə şey atıb, Rabbimə sən Allah. Ekranını Ya, görmürsən mənim. az sözüm. Allah buna. Yəni mən zaten Ah, Babaxanı çox sevirəm. O da mənim bir qardaşımdır, o da mənim illərdir tanıdığım həmkarımdır, çox sevdiyim həmkarımdır. İnsan ki, qan qursan, qan qusur da bu insanın. O qədər vaxtı çoxdur ki, o qədər boş bekar insandır ki, yazdığı şeyə bax. Hə, nə yazır? Silib yəqin, sildi. Hə, ne silib. yazmışsın? Sən Allah gözlə görməz. Mən ona götürdüm sevgi ilə mesaj yazdım ki, bəs babaxan da bizim qardaşımızdır falan. Silib. Ata. Gözdə sənə atacağım onun prinsip. Ötürü sən elədim. Götürdüm onun prinsipini elədim. Dayan. Elə o dilimdə şeye baxım, atıram sən. ChatGPT-yə attım. Yazdım ki, ChatGPT-yə ola bilsin ki, mən həssas cavab verərəm, amma mənə bir dənə şeylə, strateji siyasi cavab ver. Buna. Mən ona ucu sevgi ilə cavab verəndən sonra, ala oxu, götürüb kommentini silin. Yəni adam insan olar. Bu nədir ya? Bu nə qan qusmusan mənim.
Mən səni nə pislik eləmişəm. Kommentimi götürüb belə yazırsan. 20-dən çox target seçmək, falan filan. Get Məcnundan öyrən, Babaxandan öyrən. Hə, bu Kimdir ki? nədir? Nə bilim, kimdir bu? Mən də götürüm O bu kim başlayır necə? Məcnun güya ki özü yaxşı bilir ki, belə. nə bilim ki, kimdir? Heç arzu kimdir? Ee, mən də buna bir mesajı attım. Gözlə bu mesajı top elədim attım. Özdə qabağına da ürək qoydum. Utandığımdan gedib silib onu. Bax, beləcə də attım. Şimdi teşekkür ederim. Yox, bax, nədir də sən? Ona görə şey eləmə. Yəni, sən gecikməyə fikir vermə. İşini gör, rahat. Hə, nəysə, nə deyirdim Aytalım? Deməli, biz уже 2 dərs keçdik, düzdür? Eşidirsən Bizdə bu səsimi? yerləşə tez bitəcək. Bizdə tez bitəcək dərs narahatam. Amma Oy, amma araşdırmalı yox. olacaq. Yo, o test bitməyinə görə yox. Mən planımı bilmək üçün deyirəm. İstəyirsən 3 dərsə qutaraq, istəyirsən 40 dərsə. Mən heç bir problem yoxdur. Zaten ödənişində də ay aşağı sal yox. Yox. Danışmışam, onu da verəcəm. Onun Yox, aidiyyatı yoxdur. Nə deyirəm? ödəniş yox. Prosta nə deyirəm? Hı, Hə. Ödəniş dedi. tərəfdə deyiləm. Deyirəm ki, burada keçəndən sonra desin talıb. Bir sənə zoom fırlat. İndi mən keçirəm sən dinlə. Astagfirullah. O Yox, yox. rəvayətdə ya reallıq o deyil. Rəvayətdə olub bizimkilərdən olub onu siliblər. Rəhmətli bilmirəm bizə mexanizdə hansı rəhmətli hansı idi? O biri danışır deyir indi dayan, mikrofon qoyuram mən danışıram sən dinlə məni. İndi burada sən də o kimi deyirəm bir gözlə bitirdin, indi mən danışıram. Yox, gör nə deyirəm. Bax, biz MBS-i keçdik. Mən prosta öz planımı bilin. Əgər səndə bu yoxdursa, mən götürüm bunu ingilislərdən alım, nə bilim fransızlardan alım, təlim baxımından ona görə deyirəm. Bax, biz MBS-i keçdik, Metanı, FBM-i keçdik, Facebook Business Manager-i keçdik. Bu heç. Sən mənə Google My Business öyrədəcəksən. Google My Business. İndi onu da yenə deyirəm. Ot idi o. Hər şeyi bilirəm, amma istifadə eləmirəm deyə yeniliklər gəlib və s. Mən səndən öyrənəcəm onu. Tamam. Google My Business olacaq. Daha sonra Amma iki dərs olacaq. Google My hə, Business var. hə, O iki yerə böləcəm. Çünki niyə görə? Orada sorğu göndərmək var. O özü bir sualcıq, bir saat belə müzakirəsi olacaq. Və işçilərə sübut eləmək var. O hissədə olacaq. Onu hə, mən sənə tam yaxşı, detallı verirəm ki, yaxşı. orada tam rahatsız biləsən. Bir dənə bizdə olacaq reklam dərsi. Mən istəyirəm ki, görüm sən mənə nə öyrədə bilərsən reklamda. Bəlkə mən nə isə səhv eləyirəm. Reklam sən qoymusan, bax onu eləyəcəyik. Deməli, bizim Aha. indən sonra var Google My Business 2 dənə dərs, var reklam 1 dənə dərs. İstəsən əgər mən sənə Google Analytics öyrədə bilərəm. Teşekkür Öyrədərəm. ederim. Hayırlı olar. Hə, əlbəttə başım gözüm üstə. Özü GA4 öyrədərəm. Çox da qəşəng ideal bir şey. Sadədir. Heç bir şey artıq yoxdur. İndi mən səndən sonra Allahın izni ilə Google Marketing platforma var. Google Marketing platforma var. Google Marketing platformaya aiddir GA4, yəni Google Analytics 4. Sonra orada var 3 dənə də əlavə platforma data ilə bağlı analizlər, biri var idi. Kodlar falan yerləşdirirsən. O ad yadımdan çıxdı. Hə, indi mən onun sertifikatını alacağam şey olaraq. Başqa sənə nə ötürə bilərəm və yaxud sən mənə nə verə bilərsən. Yandex metrikanı bilirsən. Yandex-də 2-3 dənə reklam vermişəm. Keçən il vermişəm ruslar Oho, üçün. yox, reklam verə bilmirəm mən orada. Metrikanı bilirdim. Yandex-ə reklamı necə verdik özdə? Deməli, ən görüm məndə burada qalır. Aha, ya mən istəyirəm ki, biz bir yerdəyiksə, gücümüzü birləşdirək. Mən də bilirəm sənə verim, sən də mənə ver. Bir də müəllim nə istəyirəm? Xahiş edirəm. Mənə TikToku bir dənə bilirəm amma mən əmin olum ki, yaxşı bilirəm. TikToku nə bilirsənsə onu mənə ötürərsən. TikTok baxımından. Bir də nə istəyirdim?
Sən YouTube-da baxış sayı artıra bilirsən. Aynen ha. Məsləhət görmürəm. Ona Pul görə reklam qazanmaq ver. lazımdır axı. Ya, mən ofisten inirdim əvvəllər. Nə? Kompüterləri açırdım. Televizorda kompüter açırdım. Misal üçün evdə yatda. Yəni hər hansı şey artırırdım. Browserdə açırdı. Browser saat, baxış saatı var. Hı. Baxış saatı ancaq orada hesab edər ki, necə deyim sən. Bax, ekranı görsən Bildim. məndə. İndi sənə bir şey deyim. Browser Mən onu nə öyrənmişəm? Deməli, bir dənə ə, sayt var, canlı yayın. Ayına 20 dollar verirsən. Sən də elə bir dayanmadan aylarla canlı yayın get. Canlı yayın getdiyinə görə sənin baxış sayın artır və bu tərəfdən də sən baxırsan. Bax, bunu istəyirəm ki, eləyək. Ə, eləyək. 20 dollar onunla nə kəsblanası deyilik, nə varlanası deyilik. Lap onun pulunu mən verirəm. eləyək. Amma eləyək bir öyrənək. Sən də qazan, mən də qazanım. Ya bax, məsələn, reallığı səhv sözdəyim ki, mən e, bir dənə bunu sən onsuz da özü demək istəyirdim ki, bu De. mahal nə idi o adı? Qızlar səhv pul deyib. Mən o pulu onsuz səndən almayacağam. Amma axıra qədər, yox, axıra qədər dinlə də, axıra qədər dinlə. Niyə görə? Bax, burada bir-birimizin biz təcrübəsini artırmaq üçün, yəni gəlmişik. Mən ola bilər ki, indi bizim əməkdaşlardan hər hansı nəyisə marketinqdə satış baxımından çətinlik olar. Deyərəm ki, mal fərqi yoxdur. Dərslərin birinə və yaxud da fərdi olaraq bizim bu qızların birinə çalış nəysə örgət satış tərəfindən. Mən indi bir nəfəri ya gələn aya ya da nəsə satış meneceri özümə bir dənə qız götürəcəm. Yəni sırf danışmaq üçün də, yəni mən o ki onda deyərəm ki, mahal gəl alınırsa bir dənə bax bu ayı bu qıza bir dənə ya dərslərindən at, tapşırıq ver hə. Hı. Satışın bacarma hissi var da. Məsələn mən səndə o satış işini çox gördüm. Mən Mükəmməl. Ağdamlıyam, Qaqa. Anlamırsan ki. Mən, Все mən da yəni, adamın. yəni o yaxşı satış eləmək üçün gərək Ağdamlı olsun. Hayır Hə, bilmirdim. Ağdamlıyam. Bir Ha, də bir ya şey sadəcə deyim. bir də nə demək? Yəni bizim aramızda pul söhbətini, necə olduğunu bizim aramızda qalsın. Hay bunu Zəriş, Zəri xanım, hay Rahat. Gülnar, hay misal üçün o saat nə idi Zablana? Fəzilə. Yox. Ay, Fəzilə, Aynurə. nə Aynurəsə, Yo, nə yo, yo. Fəzilə, nə Heç. Aynurə, hə Nuray. Bu sənin, mənim bir də insanlar yanında Nuray da mənim. Nuray diz, hə, bu bizim aramızda qalan bir şey olacaq. Hə, pul Yaxşı, ödədi, yaxşı. ödəyib, hə. Necədir? Burada təcrübəmizi artırmağa gəlmişik. Yəni də Yəni bizim məsələn, hə. bir-birimizi artırmaq. Mən indi hal-hazırda bu Google-un analitikada mən çox önəmlidir. Mən misal bunu bir nəfərə dedim. Dedim ki, mənə öyrədə bilərsən. Mənə qayıtdı dedi ki, nəyin səni müştəri götür işləyək də başa-baş. Bax, Dedim, ay görürsən, yaxşı. bayaq Dedim, sən sən onu də. demək Hə, istəyirdim. Ki, get, hə. elə insan var ki, səni dala çəkəcək, elə də var ki, deyəcək ki, mənim get, nə dəstək istəyirsənsə verin. Amma mənim belə pis çıxmasın. Babaxanla heç bir şeyim yoxdur. Ha, belə yoldaşım. Amma Babaxana bir dəfə yazmışdım. Babaxan mənə tanımır. Fake hesabıma yazmışdım. O fake hesabım indi 2-3 gün ki bloka düş. Fake də özümün öz şəklim də orada da. Hə. Öz bloka düşüb orada. Yazır Hı. deyirəm Babaxana yazmışdım ki, abi mənə bir dənə Google-da dəstək yazdım. Mən yazır ki, problem yoxdur, gələrsən deyə oturaq söhbət edərik. Adam mənə demədi, dərsin qiyməti budur. Yəni adam harcı tanıyır məni. Heç öz şəxsi səhifəmə yazmamışım. Orada da profilimdə şəklim var idi. Tanıyır. Belə pis olsa Babaxanla da bir-birini salam əleykum nə var sosialdan olsa. Nədir? Sadəcə təşəkkürlü yaraşmır. Yəni mən həmişə deyirəm ki, Ya, mən ya, dostlarıma ya. çalışan faydam dəysin. Çox sağ ol, Faydam çox sağ ol. dəymirsə Amma nəyin? yəni mən sənin üçün valla əslində heç onu, yəni mən ürəyimdən gəlir, toydaymışı sənə verəm. Tam səmimi deyirəm. Yox, yəni deyirəm. Mən onda cəvəşidim. Mən onsuz Google açsın, gedib yerə dərs yazmalıyam. Bu arada Google Ads-də Reallığa deyirəm. eləyərik. Google Ads-ində eləyərik səndən bir yerdə. Məndə aktiv əvvəllər istifadə etdiyim var. Onu necə eləmişəm, nə etmişəm, Açaram, hansı mən problem. özüm üçün açaram, yoxumdur. Açarım Eləyərik. sıfırda. Necə meton? Hə, Hə, hə. açarım. Niyə görə? Bax, mənə bu gün bir dənə xanım, axşam bir dənə gecə saat neçədə? Gecə saat 1-də bir dənə Aliyalı bir dənə xanım yazıb.
Medical nə köməkçisidir. Mən yazıb ki, bəs mən hamısını öyrədə bilərsən. Yəni mən qaldım Google-da. Keçən sənə iki nəfər tələbə var. Dedim ki, bunu deyir əməkdaş keçəcək. Bir də mənə dedi, hə yaxşı, yaxşı oldu, söhbət getdi. Bir oğlan bir qız idi. E, dedi hə yaxşı mən sənə geri dönüş edəcəm, oğlan dedi. Qız da mən sizə geri dönüş edəcəm, sür getdilər. Amma mən digər qayıtım dedim ki, hə mən keçirəm. Hamısına dedim mən keçirəm. Adam mənə dedi ki, indidən bir hata bilərəm mən sizə avqust ayında xahiş edirəm, sırf mən fərdi təlimizə yazım. Hə, Fərid Həlimə. Başa Heç düşdüm. deməmişəm amma Google Ads. Demişəm bilirəm, hə bilirəm. Həmin Elmi, mən anda sənə ötürərəm. yazılmışdı. Mən sənə bildiklərimi Hə, ataram. Amma Google Ads-də bir dənə problem var. Deməli, hər şey deyir, əladır, amma reklamı qəbul eləmir. deyir, deyir. Hə, o saytlandı. Sayt atırsan bağlı sonra gedir. Qaytar. Nətər Amma eləyim bilirəm, bəs o mən tapmışam özüm. Taplinkdən dil açım, Taplinkdən sayt açım mən. Sadə saytı mən necə aça bilərəm tez bir zamanda? Google Ads-ı inkişaf Domain et. hosting. Domainlə hosting alırsan. Hosting onlayn sənin saytın var da. Bilmirəm o hardadır heç o. Gərək onu bir də bibim oğluna deyəm. Onun da vaxtı olar olmaz. Açım sadə domain hosting yazıram bura. Amma da orasını burasını Yox, istəmirəm. Hı. yox. Sənin domainin az idi, yox saytın az idi, kom idi, nə idi? Mahal nöqtə tutmurum nə idi Allah məhəbbət. Məhəbbət. Qubaqlar. Nausnikim xarab olub. Gərək özümə təbəssüm alam. Mehman sağ olsun. Götürür vurub atıb yerə. Görək. Məhəbbət, salam. Nətəsən mən qubum? Neynirsən işin gücün? Ay məhəbbət, bir sənə lazımdır. Nə bilməsən mənə sayt hazırlamışdın. O sayta mən yatıb 5 il sonra təzən ayılmışam. O saytı mən necə geri qaytara bilərəm? Domain.com-dan almışdı. Yaxşı .com-dan alıb. yazışmış. Domain.com. Domain.com-dan almışdı. Saytın Hə. sayt adı familiyası hiçbir şey qalmıyor. Ben yol kızına, yoldaşına da yazayım. Leman sağ ol. Necəsən? Hər vaxtın xeyir olsun. Leman. Oy. Leman sağ ol. Necəsən? Hər vaxtın xeyir olsun. Leman. Yadında mən bir dənə sayt hazırlamışdıq. Daha sonra el oldu ki, mən istifadə eləmədim ittibatda. Özdə sən qəşəng onun üçün bir dizayn da vermişdim. Promptunu hazırlamışdım. O saytı mən necə əldə edə bilərəm? Məhəbbətə də yazdım. Dedim, qoy sənə də yazdım. E, Təzədən qaytarmaq istəyirəm. Reklamlarımı falan aktivləşdirmək istəyirəm. Valla bir dənə vaxtım olanda bir köməkləşək onu qaytaraq da geri. Bibim oğludur. Özü backenddir. Hı. Yoldaşı frontend developerdir. Əla. Promptdur. O elə hazırlamışdılar. Çox da qəşəng. 2022-də eləmişdim. 2022-də. Qız yazırmış. 2019'da 2019'da Fullstack Developer okumuştum. Hem front'un hem backend'in. Məhəbbət İnanırsan də ki yazdı. Nə? Sonra bir nə qalırsa necə baxın hardadır. Uyda. O da yazdı. Yaxşıyam məhəbbət, çox sağ ol. Hə, yaxşı. Mən sabahlarımı sənə yazacağam. Çox sağ ol, çox sağ ol. Yox, həll eləsək əla olar belə qəşəng. əla. İnanırsan axtarıb tapıram. Mən yəni ətrafımda əməkdaşlar çoxdur da texnik tərəfdən. Mən o tez bir zamanda problemi tapıb həll etməyə çalışıram. Yəni sadəcə necə deyim, məndə bax Nuray xanımı sırf yanımda nə üçün yetişdirirəm? Nuray xanım, mən özüm olmurum. Reklamlar o verir. Mən müştərilərimə
Mən özüm Ha. verirəm. Misal üçün sən indi Ha, yanında dedim baxırsan özüm prosta reklam verirəm. sonra. Ha. Ayşə, müştəri götürür Nuray deyirəm, Nuray bir dənə bu reklamı ver. Nuray oturur orada reklamlarını verir. Ha, o necə o işin oradadır. Məsələn, nə lazımdır? Link İndi bir deyib dənə də şey, satış LinkedIn olsa, al, mən danış. təcrübə proqramı açacağam. Fevraldan sonra açacağım. Bir dənə bu qutarsın. Hı -hı. İşimlə magistr qutarsın. Ondan sonra təcrübə proqramında İnşallah. tamamilə ödənişsiz gələr, ya Nuray, ya başqası gələr, onlara mən satış tərəfini öyrədərəm. Yəni heç Hamımız amma üçün yenə amma lazımdır. Valla şeydir, şey üçün nədir? Amma qızlarımız bilməsin də ödənişsiz olduğunu. yox o, yəni o sənlə mən arada olan bir şeydir. Yox, yaxşı. Belə. Başqa Müəllim, başqa nə icazənlə qaldı? Nələr? başqa heç nə. Başqa elə ki budur. Onsuz da bir dənə üçüncü gün bir saat 3-də görüşürük dərsimizdə. Üçüncü gün üzrə mən səhərdən Bakıya qayıdıram. Onsuz da o dərsimiz İnşallah. olacaq inşallah. Belə heç bir şey. Bir dənə prosta 10 dəqiqə qalıb. Mən bir dənə gedim əlimi yuyum, eləyim. Qız da Tamam. gəlir. Bir ondan da bir Narahat olma. 15-20 yedim sonra gedim. Çox sağ Tamam. ol. Allah amanında. Sənə xoş Sağ ol. istirahətlər arzu edirəm. Çox sağ ol. Çox Allah sağ ol amanında. müəllim. Nə lazımsa yenə qulluğundayam. Sağ ol. Çox sağ ol. Reklam Təşəkkür istəsən ederim. deyir.